Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbənin 247-ci bölümün başlayırıq. Bizim keçən 250 ildə mühəndislik cəhl sistemi bizim başımıza bir oyun gətiribdi ki, biz onu içində yaşadığımız üçün və onu yaşadığımız üçün eləyə bilmirik bilək ki, nədir. Çünki bir şeyi bilmək üçün ki, bu şey nədir, o şeydən eşikdə olmalısınız. Məsələn, biz bilək ki, hava nədir, bunu bilmək üçün gəl hava olmayan bir yerdə ya bu yer kürəsindən çıxaq eşiyə ki, görək hava nədir, yoxsa biz havanın içində hava nədir, nə deyək məsələn. Ya elə bilin ki, məsələn, keçən 250 ildə Türkün başını kəsiblər, bir ayrı baş qoyublar ki, Türklə heç ilgisi yoxdur. O heç bilmir. Yəni, nə keçəcəyinə görə, nə dilinə görə, nə tarixinə görə, nə ixtiraatına görə, nə iktişafatına görə, nə sənayeyinə görə, nə hünərinə görə, nə tibbinə görə, nə daru dərmanına görə, heç birisinə görə, yəni heç zada görə bir düşüncəsi yoxdur. Hər nə mənə ki, bu taza başda qoyublar bunun başına və deyir ki, bu baş mənimdir. Cəlib budur ki, biz indi bu beynimiz kəlimizdə var, bu başımız kəlimizdə vardı və bu düşmən bizi yaradıbdı. Biz deyirik ki, biz buyuq da. Mütəəssifanə bu vəziyyəti yaşamışıq. Bu vəziyyətdən çıxmağa təhcə yol budur ki, qeydaq. Düşmənlər yazmadıqları və əl aparmadıqları kitablar oxuyaq. Keçən 250 ildə yazılan kitablar, hətta əgər əl ilə yazılmış olalar, %90 içində düşmənin əli ola bilər. Amma istəyək ki, bunlardan olmasın, 250 ildən öncəki yazılmış əl yazmalara baxsaq, olar. Niyə deyirəm 250 il? Buna görə ki, çap dövründən bu üzə düşmən bizim beynimizin üstündə işləyibdir. Və bizi taza bir baş qoyubdur, bu başı idarə edir və biz deyirik ki, bu baş bizim başımızda, amma bu baş bizim başımız deyil. Bunu bir ayrı zaman kəsiblər, qoyublar bizim bədənimizin üstündə, bizi ondan idarə edirlər. Çünki bu başın içində olan şeylər bizim deyil. İndi gələk bu günləri bizim, əlbəttə buracan bu 246 cələsə ki keçibdir. Burada 400-dən çox kitab, 450-dən çox kitab burada tanıtmışıq. Hərəsindən bir neçə səhifə oxumuşuq. Bir onun arasında bəlkə əzlən oxuyanmamışıq əl-xəttləri. Gedək görək ki, bu günləri hangi kitab gəlir bizim əlimizə yetişə və onu oxumağa çalışaq. Görək ki, nə bilirik. Dünənləri həqaiq dəqaiq oxuduq ki, əlbəttə bunun adını burada PDF-də iştibah yazıblar, səhv yazıblar. Dəqaiqul həqaiqdir. Ki bu kitab türk dilində, çox gözəl bir türk dilində 3 dili danışır. Bunu da əslində 2 dili danışır. Türk dili ilə fars dili. Fars dilini orada mənə belə gəlir ki, adam oturubdu təcziyə təhlil edir, analiz edir bu dili. Fars dilindəki sözləri və bunların kökünü göstərir. Çox gözəl bir mən fikirlərim o kitabı döktüra səthində də İranda oxumurlar. Yəni İranda bu kitab səthində döktüra belə yoxdur. Fikir edirəm. Amma mütməyin deyiləm. Çünki İranda belə bir məlumat yoxdur fars dili haqqında. Olsaydı azdan çoxdan qulağımıza dəyərdi danışqahda, suxənranlıqlarda, orada, burada bunları eşidərdik. Amma gedək görək ki, bugünkü kitab nə deməkdir və nədir? Tamam. Bu da budur. Həqaiq dəqaiqi bağlayaq. Dəqaiqul həqaiqi. Hacı Murad Bəğdadi deyə bu kitabın başına yazıblar. Kitabın mən elə burada yazım əvvəldə adı Hacı Murad Bəğdadi. Belə bir ad yazıblar bu kitabın adına. 84 səhifə deyə bunu yazıblar. Mən biraz bunu kiçildim ki, bu kitab yerləşsin bu səhifəyə. Görürsünüz ki,
yerləşdi bura. Cild bəllidir bu. Bura biz nə deyirik? Şirazə. Şiraz sözü də buradan da ehtimalə. Ehtimalən ki, hətmən. Yəni, Şiraz sözü də buradan alınıb, ya da bu da Şiraz sözündən alınıbdır. Burada görürük ki, kitab çox işlənib. Gön də əvvələn, üstündə də bunun qızıl rənginə ya qızılla bir şey işləyiblər. Bəllidir ki, çox nəfis bir kitab olacaqdır. Aşağıda da sonki zamanlarda bunun aşağısında da bir şeyler yazıblar, yapışdırıblar. Amma görsənmir burada. Cildin indi içinə açıbdır, baxırıq. Bundan da izafi kiçikləşmir ki, görək. Bunu görürsünüz, bir belə şəkə aparıram üstə. Bu kitabın boyudur. Bundan aşağı daha kiçikləşmir, kiçiltmək olmur PDF-i. Kitabın birəsi baxanda görürük ki, Osmanlı dövründə nəqqaşlıq ki var idi. Su üzündə nəqqaşlıq edirdilər. Sonra onun kitabı söyledi. Bundan olubdur. Bu da ehtimalən cildin içidir ya eşiyidir, bilmirəm. Bu da yenə də burada eyni modeldə bir nəqqaşidir. Eyni su üzündə olmaqdan ibarətdir. Bu da 3-cü dəfə bunu göstərir bu səhifəni və boşluğa gedirik. Burada bir 122 bir şey görürük, amma nədir, o 410 nədir, onları bilmədik. 1, 2, 3 səfə, 4 səfə, 5 boşdur, 5-ci səfədə hətta boşdur. 6-cıda bir latincə bir yazı var. Əcəba bu latincə yazı nə deməkdir, onu da bilmirəm. Hətta burada bir 510 yazmışmışlar, onu siliblər, eliblər 511 üstünə. Amma burada da bir möhür var, o möhür də nədir? İkolu oxuya bilmirəm, təəssüflə. Gedək görək ki, buna görə bir şey yazıblar, bir şey yerdə yox. Elə kitabın əvvəlində girir kitaba da, ondan sonra girir bir kitabın içinə və Cüzide-i Şüəra-i Rum Visi mərhum İskəndər Zülqərneyni ilə Sultan Əhməd mərhum mükalimə etdiklərin vaqiəsində görüb kəndi təhrir etdiyidir. Tamam, burada bir cəlib bir şey deyir. Cüzide-i Şüəra-i Rum və Rum. Bu kitabı istir deyək ki, nələrdən ibarətdir? Bunun içində Rum, yəni bugünkü Türkiyənin, əlbəttə biraz o zaman Rum genişdir da, yəni Rum dedikləri şey genişdir, Avropanın da birazını tutur. Cüzide-i Şüəra-i Rum, onların şeirləri, Veysi də bir şəxs adıdır, mərhum İskəndər Zülqərneyni ilə Sultan Əhməd mərhum mükalimə etdikləri vaqiəsində görüb, kəndi İskəndər Zülqərneyn adında bir adamla mərhum Əhməd Sultan Əhməd Osmanlı danışıblar, bir şey geçibdir. Bunu da götürübdür, yazıbdır. Tamam. Mütəəssifانه bu kitab kiçilmir bundan izafi ki, bunu səhifəyə qoyaq, görək ki, səhifələrə baxaq. Məcburam ki, bunu beləsi eləyəm, görək. Kitab çox gözəl bir vəziyyətdə yazılıbdır. Qırmızı xəttdən başlığı üçün istifadə olunubdur. Nöqtə kimilərdən, virgül kimilərdən istifadə olubdur şeylər üçün və bəzən də beyt deyə, ya şeir deyə, ya bir miyanbət deyə onu qırmızı xəttindən yazıblar. Bəzən də bəzi yazıların başının üstündə xətt çəkiblər ki, onlar da bəlli olsun ki, nədir. Çox gözəl bir xətti var. O qədər gözəldir ki, mən bunu oxuya bilərəm. Mənim də adım burada var. Gördüm bunu. Mən biraz bunu sürətlə vurmuşam gedibdir. Ona görə məcburam qeytərəm bir də əvvələ ki, bunu təəssüflə bu çox ehtimal verirəm ki, bu şeydə olacaqdır. Avropada, Amerikada bir yerdə saxlanılacaqdır. O möhr də onu göstərirdi əlbəttə. Ona görə də bunun hər səfəsindən çox keyfiyyətli bir əks götürüblər. Şimdi nə qədər bunu yeketmək olar? Baxın, buradan da yeketmək olur. Hələ çox yeketmək olur, amma bundan izafi də kiçilmək olmur. Çox gözəl xətt ilə yazılıbdır. Bu xətti mən oxuya bilərəm. İstifadə edə bilərəm. Görürsünüz ki, tamam yazılar bir xəttə başlanışı, bir xəttə sətirlərin qurtarışı, bir xəttə dövrəsində qırmızı bir çarçivə ciziblər, ta eləyə bilsinlər bunu çarçivə içində saxlasınlar.
Əvvəldən buracan ki baxmışıq, təqribən xətlər birdir, o xət fərqi eləmirdi. Burada da möhrü yenə də vurublar, amma Parisdədir, bu Fransədədir. Bu kitabxana, bu kitab Fransədə saxlanır. Zahirən bu kitab ya əlyazıdır. Məsələn, dünənki kitab nüsxə idi. Dünənki kitab ki, Dəqaiqül Həqaiq adındaydı, oxuduq. O bəlli idi ki, bir nüsxə idi, soralar yazılıbdır. Yəni neçə il bundan qabaq yazıb. Kitab özü zahirən 873 qəməridə yazılıbdır. İndi 1400 şeydir, 47'dir. Ben bunu bir hesaplayayım burada. 1447 bundan çıxsaq 873 il öncə yazılıb da 73. Bu da 574 mən bunu dünən iştibah hesaplamışam. Ona görə gecə hey bu zehnimə gəlir ki, mən nədir bunu hesaplamışam. 574 il öncə bu kitab yazılmışdı. Bunu islah edeyim ki, keçənki cələsədə böyük bir iştibah eləmişik. Mühasibə eləyəndə bir iştibah olub. Nədir olubdu bilmirəm. Və nəzərimə gəlir ki, bu kitab sonra yazılıbdır. Yəni nüsxədir və bu nüsxəni sonra yazıblar. Gedək indi kitabımıza, bugünkü kitabımızı yenə davam eləyək. 84 səhifədən ibarətdir ki, bunun əvvəldə 7-8 səhifəsi gördük, cildidən filandan idi, boş gedirdi. Nəzərimə getdikcə xətt biraz dəyişilir, amma istəyirdim yəni ki, bu xətt birinci yazıya bənzir. Hətta nüsxə də olsa yazan bir-iki yerdə iştibah eləyibdi, qələt yazıbdı, görürsünüz burada xətt çəkib üstünə yazıbdı, ona görə o yadıma düşdü dünənki şey. Nəzərə gəlir ki, birinci yazıdır bu. Əlbəttə Çirşnevi deyil, o şey ki deyirik, əvvəl birinci yazı o deyil. Zahirən burada bir yerə qutarılır və 5 kəsd. Bu nə mənədir? Görürüm bu kitab buradan getmədi. Yox, buradan getmədi, amma burada da bir şey yazır. Özdə tərsə yazıbdır. Əzya elid tərkrir. Nə bilim, bu şeydir. Tərsə bir yazı yazılıbdır. Ehtimalən o birisi səfhənin sözü düşüb bunun üstünə. Çünki bu yüzə belə gəldik, baxdıq, bu deyil. Amma ola bilər ki, bu səhifənin üstünə bu birisi səhifənin sözü gəlib düşmüş olsun. Burada görürük ki, cədvəllər də düşüb. Bura gedək görürük. Bəli. Bu səfhənin yazısının rəngi, qırmızı rənglər düşübdür bu birisi səfhənin üstünə. Calibdir, buranı oxumağa ərzişi vardı. Buradan bu yüzə, yəni bu 70-ci səhifə, 68-ci səhifədən sonranın oxumasının bir ərzişi varsa, görək nə deyibdir. Nəziri Hacı Murad Bəğdadi. Əlbəttə dedim, bu mənim nəzərimə gəlir ki, Hacı Murad Bəğdadinin sözü deyil. Bəlkə ayrı məcmuədir, şeir məcmuəsidir. Burada da bir şeylər yazıblar, amma doldurmayıblar. Burada da kitab qutarır, yəni kitab ehtimalən yarımçılıq qalıbdır. Görürük ki, gəldik cildə yetişdik və kitab qutardı. Bu da kitabın üstündən və şeylərindən əksləridir. Qeydaq gələk əvvələ görək bu kitab nədir, oxumağa başlayaq. Axırda mən baxmadım, görürəm ki, axırda neçə səhifə boşdur, onu bir baxın buradan. Bu 1, bu 2, beləsi yox, üzrsən, beləsi olacaq. 1, 2, 3, bu 3-cü səhifə deyək, çünki gəldi 41-ə. 44 səhifə, 5 səhifə, 6 səhifə, 7 səhifə, 8 səhifə, 9 səhifə, 10 səhifə demək olar boşdur. Axırdan gedək, indi bunu sürət ilə əvvəldən də eyni o cürsü. Bu 1 səhifə deyək, bu 2, bu 3, bu 4, 5, 6, 7, 8, 9, 8 səhifədə boşdur buradan. Yəni, üst-üstə 18 səhifəsi boşdur, cildi filan, PDF-də olan səhifələr. Ondan sonra yazıya girir, burada Fransa dilində bir şey yazıblar ki, mən onu bilmədiyim üçün də ona getmirik. Amma gedək görək ki, kitab nə yazıbdır.
Güzide şuarai Rum Veysi mərhum İskəndər Zülqərneyn ilə Sultan Əhməd mərhum mükalimə etdiklərin vaqiəsində görüb kəndi təhrir etdikidir. Nəsim çəmən ərayi həmd و sena ol padişah cahan afərin həzrətlərinin təravət pəxş hədiqə təqəddüsi olsun ki, cuyubar şəmşir səlatin ədl ayini ilə روی زمینی لاله‌زار امن و امان eylədi. Və çıraq yazıbdır, çıraq. Şəbcirağı şükr و سپاس ol tac bəxş şahan cahan olan Sultan Qəbidan olacaq. Yox, Qəbidan yazıbdır. Qəbidan cənabının pirayı əklil təmcidi ola ki, cövhər tiq cəhangir müluk ilə həmişə islah məzac kainat etdi. Qitə bir şeir deyir. Şahanının fərmanı da ruzigar. Şahanının fərmanı da ruzigar. Şahanının əmn و امان و رامدار. شهان نور جسمی نبی آدمند. چشم olacaq da bu zahan. شهانند فرمانده روزگار. شهانند امن و امان رامدار. شهان نور چشمی بنی آدمند. مدار رفاهیت عالمند. ولالیع صلوات ol حامل لیواء الحمد. شفاعت حضرتinin نثار خاک پای عرش پیماسی olsun ki, لعمان şəmşir şəriəti ilə aləmdən zülmət küfr fəsadı gedib, cümrahan əshab şəkavət anlə rah-ı müstəqimə mühtədi oldular. Mühtədi yəni hidayət eləyən oldular. Və al-u əshabinə zivəri tac iqbal ola ki, hər biri bir tiq elmas gün مرجان دین غذا ilə خون اعدایی dindən sahih زمینی همرنگین çan bədəxşan qıldılar. Burada bir şey yazıbdır. Beyt olacaqdı. Beyt. Görək ki, əcəba belə bir şeydir, beyt idi ya yox. خیرخواه دولت خاقان کیخسرو سریر داعی اقبال ویسی یعنی عبدالفقیر. Kitabı yazan kimdir? Veysi Abdülfəqir. Adın dedi. Yazar Veysidir. Yazar Veysi Abdülfəqir. Adı bu deyil. Əlbəttə fəqirin də üstünə sonra xət çəkib. Qırmızı xət çəkib. Yəni bunun ad deyil də, yəni beləsi. Bu havadis aləmgün və fəsadi mülahizə qıldıqca və əsnai təfəkkürdə dəryay mal xuliyaya taldıqca, talmaq dalmaq, dalmaq şizə vurmaq, dərinlə getmək beləsi. خیرخواه دولت خاقان کیخسرو سریر داعی اقبال ویسی یعنی عبدالفقیر bu havadis aləmgün və fəsadi mülahizə qıldıqca və əsnai təfəkkürdə dəryay mal xulyaya taldıqca böyle cövhərkeş silk ana olub fikr edərdim ki, bu əyyamdə aya padişahımız, şəhənşah fələkbargahımız, xəlifə-i ruy zəmin sahib Qur'an, سکندر قرین، زیبندی تاج و تخت، شهریار فیروز، zəfər bir şey yazıb üstünə xətt dairə çəkibdir. Demək olar ki, istir bunu oxunması.
zəfər piruzdur, nədir belə? Bəxt azımın, bəxti aftab cəhan əfruz və düşmənsuz cəhangiri cəmşid nəzir tacdar ərdəşیر şəmşیر. Beyt. شهنشاهی جم قدر و عالی تبار پدر بر پدر خسروی تاجدار هاگانی بلند مسند سربرآرایی دولت سرمد از سلطان ابن سلطان از سلطان احمد خان ابن و سلطان احمد خان ابن محمد خان عبد الله تعالی عزه و عبد و شدد اساس سلطنته و şeyyed hazretlerinin rikabine yüz sürüb. Yüz sürmək, yəni məsələn rikab bilirsiniz də, ata minəndə ayağın ki qoyur üzənciyə, ona deyirlər rikab, o cür olur. Amma rikabinə üz sürmək, yəni xidmətlərinə yetişdik, özümüzü çox aşağı görürük, quluyuq falan yox. Rikabinə yüz sürüb bilavasiti səadət mükalimələrinə nail oldum. Bilavasitə səadəti mükalimələrinə nail oldum. Deyir ki, artıq da adam olmadan özüm elə özü ilə oturdum, danışdım. Baxud cahi təfəqqüd əhval füqəra üçün yaxud, ya da ki beləsi oldu. Yaxud cahi təfəqqüd əhval füqəra üçün təğyiri tur padişahi etməklə. Tur padişahi, yəni burada turdan mənzur tur deyil, yəni o dür, o cürlük, tur dür həman. Təğyiri turi padişahi etməklə, o padişah paltarların değişirdilər, hərdən mübəddəl paltar ciyəlıq gedirdilər, paltarların o cürsü. Təğyiri turi padişahi etməklə gəşt-ü güzar şəhr-ü bazar edərkən bari rast gəldim. Deyir, bir neçə dəfə də belə rast gəldim ki, şah paltarını değişdirib çıxıb şəhri dolanır, bazarı dolanır. Və mütəğafilanə, yəni özümü qəflətə vuraraq xitab edib əhval pərişan oldu. Deyir, mütəğafilanə, yəni özümü qəflətə vurmuşam. Hər halda gərək biləydim ki, şahdır, bunu gərək danışdırmayaydım, məsələn, şah deməyəydim filan. Öldürərlər də, yəni bəzən düşməncələr, casuslar hər yerdə doludur düşmən. Ona görə mütəğafilanə xitab edib əhval pərişan oldu. Əhvalı deyir, yaxşı olmadı da, yəni Nayrxan da oldu ki, mənim millətin içində girmişəm, gizdin, sən tanıtdın. Və əşqiya təddisi, həman ki mən dedim. Və əşqiya təddisi, əşqiyanın əl uzatmağı, təəddi, əl uzatmaq, dil uzatmaq, vurmaq, döymək, öldürmək, terror məsələsi ortaya çıxar. Və əşqiya təəddisi kəmalın büldü. Dilədim və zəmi fasidim üzrə tədbir islahi məmləkətə mütəəlliq neçə müqəddəmatı ərz edəydim diye bu əfkarı pərişan olduğunun üstün şey oldu. Xət çəkibdi. Tazaşdan üstə bir şey yazıb ona da xət çəkibdi. Pəs deyir ki, təəddisi kəmalın buldu. Yəni deyir ki, yap belə düşmə, o həddəş gedir, onun yap ovucuna çıxdı. Diləydim, diliyəydim, yəni arzu eləsəydim, istəsəydim, dilləməkdandır, dilimdən gələn, ürəyimdən gələn. Və zəmi fasidim üzrə, zəmi fasid mənim fasid düşüncəm üzrünə, zəm yəni fikir. Amma misal güman elirdim belədir, ona görə gümanın yerinə məsələn. Zəmi fasidimiz üzrə tədbir islahi məmləkətə, yəni mən belə düşünürdüm da, tədbir islahi məmləkətə mütəəlliq neçə müqəddəmat ərz edəydim. İstirdim deyirəm, neçə müqəddəmə deyəm. Deyir, bu əfkar pərişani bir gecə cuşənişin zaviyi mehnət edəm və xəstə hal qəmum üzlət
çoxlu qələt yazıbdır. Qələtlərin düzəldibdir. Ona görə burada bir gecə cuşeyi yazmışmış. O həmzəni silibdir, qərəliyibdir. Cuşenişin zaviye mihnət idim və xəstə hali qəmum, qəmlər. Güzlətə, üzlətə. Üzlət yəni tək bir yerdə, bir cuşədə, bir şeydə tək qalmaq. Üzlətə nacah, dəriçi çişmi cahan binimə, pərdi qəflət asılıb. Cahan kimi. Burada bir belə şey çəkibdir. 8 kimi. Orada bir şey üstə yazmışmış. O qərəlik bir 8 çəkibdir. Aşağıda yazıb cibi. Ya sənci. Bu kəşəf bilmədim. Deyir ki, nacah dəriçi çəşmi cahan binimə, pərdi qəflət asılıb. Asılıb yazıbdır. A yazmayıbdır. Asılıb. Gördüm imiş ehtimalən. Gibi girdim şayətdə. Didi ғəm didə غنوده مهد راحت آل olub səyyah cahan gibi. Səyyah cahan gibi. Dünyanı dolanan bir turist kimi indiki dildə dolanan kimi. Səyyah dolanan, dolancı, dolanan. Səyyah cahan gibi. Ruh temaşay şəhristan xiyal derken nacahan bir taifi celil qədr və şənə rast gəldim ki. Belə bir şey. Zahirən düşüncəsində belə bir şeylər rast gəlir. Hər birinin nasiye halindən nur səadət lamı olub. Nasiye halindən, nasiye məmulən bu alının qismətinə deyirlər. Amma burada deyir ki, nasiye halindən, yəni onların hal durumlarından, hallarından belə anladım ki, nur-i sənamət lami'dir. Onların hallarından gördüm ki, durumlarından, oturuşlarından, davranışlarından, demaqlarından, danışıqlarından, rəftarlarından, beləsi desək, anladım ki, bunlar böyük bir şeydirlər. Lami işıq verən. Nur-i səadət lami olub. Onların üz-gözündən səadətlilik, səadət xoşbəxtlik anlamındadır. Amma görək burada nə anlamda gələcək. Səadət nuru daşır bunların üstündən. İşıq saçır. Hər biri bir simayı dilarayı ilə xəraman olaraq. Hər birisinin də yanında bir gözəl xanım var ehtimalən. Hər biri bir simayı dilarayı ilə xəraman olaraq bir bağçı firdevs nişanə getdilər. Firdevs fars dilində o şey ki ərəbdə cənnət deyirlər, farslar ona behiş də deyirlər. Firdevs o cür bir şeydir yəni. Əlbəttə bilmirəm ki Firdevsi sözü də buradandır. Amma cəlibdir ki Firdevsi doğduğu yerdə o şey ki deyirlər Tusda doğulubdu. Bu indiki İranda olan Xorasanın, bu kiçik Xorasanın, İranda olan Xorasanın bir yerində. Orada Firdevs demək biraz gücdür. Amma deyiblər də. Bir bağçı Firdevs nişanə yetdilər. Və hazar həşmət və vəqar. Hazar. Hezar sözü hazardan gəlir. Amma hazarın mən mənasını düzün axtarsaz yazım burada görək ki, nə görsədir. Hazar معنی هزار در ادبیات چیست؟ فارسی yazdım bunu. واژه هزار در ادبیات به ویژه فارسی و کلاسیک اغلب معنای فراتر از عدد دقیق هزار داره و بیشتر تمادین و بلاغی به کار می رود. نمادین و بلاغی به کار می رود. مهمترین آنها عبارت است: کثرت و بیشماری. هزار به معنای بسیار زیاد، بی حد یا فراوان است. هزار درد دل دارم. دردهای بسیار. هزار بار گفتم.
مبالغه، اغراق ادبی برای تاکید احساسی یا شدت معنا، تنوع و گوناگونی، گاهی نشانه انواع مختلف چه هزار نقش بر آن آب زد. ارزشگذاری معنوی یا عاطفی در متون عرفانی و عاشقانه هزار میتواند بیکرانگی عشق، رنج یا شور را برساند. هزار ساله اگر عمر باشد کم است. کاربرد نمادین تثبیت شده در ترکیبات و عناوین مشهور نیز بار نمادین دارد، مانند هزار و یک شب. جنبندی ادبیات yox o deyil. Mən bu dediyim mənanı burada göstərmədim. Deyək ki, Həzar Türkcədə, həmidə əski Türkcədə hansı anlamları daşırmış? Gene elə həmanları yazdı. Həmanları yazdı, amma mənim nəzərimə gəlir ki, bu Həzar o mənada deyil. Həzar mənim zehnimdə olanı desəm, Fars ədəbiyyatından hətta qalanı desəm, bir quşun səsi kimi bir şey gəlir zehnimə. Hətta məsələn o cür bir şey gəlir. Yəni İstəyirəm deyim ki, hezar səsində hezarı ondan götürüblər. İstəyirəm deyim ki, hezar sözü oradan gəlib, amma yadıma indi düşmədi. O şey çizdirdim deyəm. Və həzar həşmət və qar ilə birər kürsi, birər yəni hərəsi bir dana. Kürsi də ki, bu günləri moblu səndəl ki deyirik ha, onlar. Kürsi zərnicarda qərar etdilər. Bəndəxi sairi xuddam ilə, xuddam bunların xidmətkarları varmış, nökər-kənizləri varmış. Sair xuddam ilə xidmət edərək, yəni sayi misal əqəblərincə, sayə misal, yəni sayə misal əqəblərincə gedərək ol məqamə vardım. Deyir, mən də kölgə kimi onların dalınca süründüm, onlar olan yerə getdim. Ol məqamə vardım, onların yerinə getdim və məqami xidmətdə durdum. Onların huzurunda xidmətdə durdum, huzurunda durdum. Özün əşağı tutur. Balanişin məclis olan dövlətməndün işarəti ilə bəsat-ı səbz-i çəmənzar və üstünə oturdum. O balanişin, o ki rəisimiş, balanişin məclis olan dövlətmənd işarəti ilə, o dövlətli, o dövlət sahibi ki məclisin yap üstündeydi, onun işarəti ilə bəsat-ı səbz-i çəmənzar üstünə oturdum. Bir fərş döşəmişmişlər, bir şey döşəmişmişlər, onun üstündə oturubdu. Məgər aftab var sədr-nişin məclis olan İskəndər-i Zülqərneyn olub, yəmin-ü yəsar rücum. O başda oturan İskəndər-i Zülqərneyndir, deyir. Və onun sağında, solundakılar da nucum, ulduzlardılar. Gene burada bir kəlmə yazıb, dairəyə salıbdır, yəni qələtdir. Dairə doğru dairə deyil. Ziyalu zahirə gibi. Ziyalu zahirə kimi, zahirə zöhrə dediği şeydir, onu yazıbdır. Yəni nucumi ziyalu zahirə gibi. Ulduz, güneş, ışıq parlayan, ziyalu, ışıq parlayan ulduzlar misli mesela zöhrə gibi. Amma nucumi zahirə gibi. Zahirə gibi, həman zöhrələr kimi. Ləməan ışıldayan edənlər salatin maziyeyi, salatin mazi yəni geçmiş. Ləməan edənlər, ışıq verənlər, salatin maziyeyi al Osman gedibdi yuxuda görür də bunları. Salatin maziyeyi al Osman qəddəsəllah əsrarəhum həzəratı imiş. Həzərat imiş yəni huzurları var imiş. Bu əsnada asar Moşəbe-i Sultani, yəni Çoçəbi dövlət Əhməd Xani əəzzəllahu fiddarayn zuhur edib. Bu ortada kim gəldi atından? Bu əsnada, bu ortada. Əsna orta.
Bu arada. Bu arada, bu əsnada, bu ortada, bu arada asar nişanələr, əlaimi ki, şah gəlir. Məsələn, qabaqdan adamlar gələcəkdir, ya səs salacaqlar filan. Asar mürkəbi sultani, yəni kökəbi dövlət Əhməd xani əzzəllah fiddarayn zuhur edib aləm zahirədəki kimi yuxuda görür dediyimdə, elə ki dünyayı vaqidə aləm zahirədəki kimi alay alay, yəni dəstə qoşun gəlir də. Alay bir neçə, bu görək ki alay Türkçədə neçə əsgərlə toplanır. Cümlə qələtdir, amma yazdıq. Necə əsgərlə biri olar, yəni در Türkçe به نظام سنی alay به معنی هنگ است. regiment، انگلیسیce regiment و شمار نفرش بسته به دوره کمی تفاوت دارد اما çarçur کلی روشن است. 500 ta 1200 əsgərə biri alay deyiblər. Sağdar Osmanlı dövrəsində şamili 3 ta 4 tabur. Tabur cürdan. Tabur cürdan elində. Hər tabur 150 ta 300 əsgər. Osmanlıda. Yəni 3 tabur olsa olar məsələn deyək ki 550 nəfər ya 600 nəfər olar. 550. 550 nəfər olar. 300 o da 150. 450 olar. Üzr istəyirəm. 450 olar. Əgər 300 nəfərdən olsa 900 elər ən azı. Əgər 4 nəfərdə olsa bu elər 400 o da 150 200 600 elər. 600 və əgər 300 nəfərdən eləsək elər 1200. Tamam. 3 tabur 200 nəfərdən 600, 400 nəfər 4 tabur 250 nəfərdən 1000 nəfər. Bu o zamanın şeyidir. Dəstə bölük 9 nəfər olar. Əgər səhv eləmişsəm 9 nəfər olar. Cürdan ya tabur 150 ilə 300 nəfər içindəymiş. Həng alay. Həng ya alay 500 ilə 1200 nəfər içindəymiş. Tip tuğay. Tuğay 3000 nəfərdən çox olarmış. Tamam. İndi onu deyir ki, səs gəlir də, indi ayaqlarının səsi zadı gəlir, onu deyir. Aləm zahirdəki gibi alay cavuşan. Çavuşlar onlar iki qabaqdan gəlib səslirlər ki, şah gəlir, ehtiram eləyir filan bunlar. Alay cavuşan çövkəbnəma və zümri sipah əncümən iştibah. İştibah ki olmayacaq bu. Əşbah olacaqdı ehtimalən, ya bu çi bilmirəm. Və yekcəryan deyil, bu yeksəryan və əncümi əştinbah. Bu nə mənədir? Əşinbah. Əşinbah deyə əştinbahdır. Bunu əvvəl bir düz oxuyayım. Əşinbah nə deməkdir? Əşinbah nə deməkdir? Görək bunu tapır. Alay der nizam usulü çənd əskər است. Onu demədik ki. Deyir, bəlkə iştibah yazmışam. Yazır ki, iştibahdır. Yox, bu deyil. Məniyə əşinbah sözünün anlamı nədir? Əşinbah nə mənə? Haradaydı? Əştibah olsa ki, ayrı iştibah olar, o anlamda deyil, amma bu əncümi əşinbah.
Yox, yenə də olmadı. Əncümi əşbah anlamı nədir? Bunu çalım beləsi görək ki, Əncüm əşbah ya به نوشتار درست‌تر انجم اشتباه. یک ترکیب محاوره است و معنیش این است. این هم اشتباه است. این هم غلط است. Tamam, iştibah yazıldı onda. Deyir ki, pəs beləsi oxuduq. Həzərati imiş. Bu əsnada asar-ı mükəbe-i sultani, yəni kökəbe-i dövlət Əhmədxani əzzəllah fiddarayn zuhur edib, aləm zahirdəki gibi alay cavşan şevkət nema və zümri sipah əncüm iştibah və یک جریان زرین کلاه و آقایان سراسر گفتان و وزرای شرایا اختران şurreya aktıran bi həsəbil məratib. Yenə burada bir şeylər yazıb, üstünə xətt çəkibdir ki, oxunmasın. Yerlərində qərar edib, Həzrət Padişah əncüm sipah gəlib, səməndi bərq rəftar asman kirdarindən etdi. Beyt. Burada bir 5 ədəd yazıb, eşikdə yazıbdı onu. Burada bir şey yazmışımsa onu silibdi. Üstünə də bir 5 yazıb, eşikdə də onu yazıb 5. Altında yazıb ki, Furuda. فرود آمد از اسب شاه جهان مسیحا به زیر آمد از آسمان. دایره مجلسdə xaric İskəndər Zülqərneyn tərəfinə müqabil bir mürəssə təxt və zərbəft olacaqdır üstə. Mürəssə təxt və zərbəft sahibanə cülus eylədi. Və Həzrət Zülqərneyn ilə mükaliməyə başladı. Bu bəndi naçiz dəxi Zülqərneyn kimi mətlə-i xavəran, məşriqdən qıravan, məğribə varınca aləmi müsəxxər şəmşir fərman eyləmiş bir padişah həkim məşrəb kələmat hikmət-amizin istima etmək nə səadət uzmadır xüsusən. Burada bir şey yazıb üstə aparıb da hara aparıb bəlli deyil. Padişahımız xəlifə-i ruy zəmin ilə mükalimə eyləyib. Nəhali gül gibi sərasər cuş oldum. Və ruyi təvəccühi نیلوفر صفت جمالی خورشید misallərinə همون خورشید dünən خورشید demiş bu. Xurşid misallərinə xərşid yazma, onu deyim ki, vavına yazmayıbdı. Xərşid misallərinə tutdum və ol məclisi fərəh bəxşün səfasından sair əhvalimi unutdum. Unutmaq burada işlənibdir. Ca Həzrət Zülqərneyn təhrik zaban mücizi bəyan edib padişah aləm توضیحی سامعی اذعان buyururlar idi. Ca padişahımız ləb durər nisarın şəkərriz edib Həzrət İskəndər ol nəbat-ı kələmatıdan şirin məzaq olurlar idi. Gedərək cəvahir kəlam bu səmməyi isar, bu səmməyə yəni bu qulağa, bu səmməyə isar olundu ki padişahlar aləmin qəlbidir. Çox əcib söz yazıbdır. Gedərək cəvahir kəlam bu səmmə isar olundu ki padişahlar aləmin qəlbidir. Qəlbi ki müstəqimul əhval olmayıb hədd etidalidən münhərif ola به هر حال بدن اختلال پذیر olur. İmdi gör nə gözəl misalından da şey eləmir. Müstəqim deyir ki, yəni şahını eləməlidir.
pəzir olur. İndi padişahlara ədl və dad sərmayi sedadıdır. Sedadın mənası burada bir axtaraq görək şeyi. Sedad nə deməkdir? Gərək ki, sədd kimi bir şey ola. Yəni در راه راست بودن و بیکجی. قول سداد سخن درست و سنجیده، نه افراط نه تفرید، orta yol. Qovlen sədid ərəbcədir. İndi padişahlara ədl و dad sərmaye sedadıdır və mərhəmət və insaf səbəbi cəmiyyət rüayadır. Cəmiyyət rüada cəm olmaq, toplaşmaqları, cəmiyyətdə yaşamaqları və mərhəmət və insaf səbəbi cəmiyyət rüayadır. Və cəvru ətisaf nə deməkdir? Çox kəlmələr işlədibdir. Ətisaf فصیح است در کلمه فصیح واضحی فصیح است و در متون حقوقی و اخلاقی به کار می رود. اعتصاف ستمکاری و ظلم، خودسری و زورجویی. اسف sözünden imiş. به زور راندن، ستم کردن. دیدی چی؟ و جور و اعتصاف باعث پریشانی براyadır. Dilindəki padişahımız, diləndikdə, arzuda, dilənmək, dilindən bir şey istemək. Dilindəkdə padişahımız Zillullah Həzrətləri bir mədd ah çəkdi. Bir uzun, mədd ah, yəni uzun ah çəkdi. Dinlədikdə, yəni dilləndidə, diqqət eləyəndə, mən onu dinlədikdə, yəni qulaq asında diqqət eləyəndə, dinlədikdə padişahımız Zillullah Həzrətləri bir məddi ah çəkdi. Az qaldı ki, gülbərci ruxsar lalə rəng sünbül boyuna jali sırışk pərişan ola. Çox gözəl yazıbdır. Bir miqdar təvəqqüfdən sonra beyt şəhi kamiran xusruvi cəmu cənab ز دریای لبریخ دری خوشاب. Dedi ki, ey sahibi Qur'an aləm, təqrir dilpəzirün üzrə padişahlara ədl dad sərmayi mənşur səadət olduğu məlumdur. Bir də buradan oxuyaq. Şah görək nə dedi? Bir miqdar təvəqqüfdən sonra beyti gətirdi burada. Şah qalıbdı əvvəl. Dedi ki, ey sahibi Qur'an aləm, Zülqərneynlə danışır. Zülqərneyn burada bu müşəxəs bir adama deyir. Osmanlı dövrəsindədir. Ey sahibi Qur'an aləm, təqrir dilpəziri üzrə, təqriri dilpəzir üzrə, ürək qəbul eləyən dediklarınızın üstündə padişahlara ədl dad sərmayi mənşur səadət olduğu məlumdur. Ədl dad səadətdir, doğrudur. Ol padişah ki, sərçeşme insafidən binəsibidir, eyni inayət haqdən məhrumdur. Eyni inayət haqdən məhrumdur. Amma müşkül budur ki, imdad on, ikisi də bir sözdür. İmdad on, Həzrəti Rəbbul Aləmin ilə Cəllə Cəlaluh bir zamanda təhdgahi səltənətə cülus eləyə. Sin ki, burada sini silibdir. İmdad on, gərək biraz oxuyaq. İmdad on Həzrət Rəbbul Aləmin ilə Cəllə Cəlaluh bir zamanında, yəni bir müddət təhdgahi
سلطنت جلوس ایلیه چی؟ چارخانه عالم سراسر خراب و یباب، سراسر خراب و ویباب و خلقون آتش فتنه اشقیا ile ciğerleri kebab ola. Cəddün mərhum və məğfur ilə Xudavəndigar Əzəm Sultan Murad Xan Təyyəballah sərah قلعی شجری رفض و ilhad üçün ممالک قزلباشه رایات همایون هماسایی سلطانی اسگر دریا خروش gönderilden beri bir anedek 40 ile kırıptır. 40 beyle kırıptır. 40 bu belə öldürübdür. Bir də buranı oxuyaq. Cəddün mərhum və məğfur ilə Xudavəndigar Əzəm Sultan Murad Xan. Adı Sultan Murad Xan Xudavəndigardır da. Xudavəndigar Əzəm Sultan Murad Xan Təyyəballah sərahu. Sərah torpaq. Qəl'i şəcəri rəfzu ilhad üçün bilirsiniz ki, şiələr rafizi deyirlər. Da rafiz indi görək ki, rəfəzə yəni nə mənəxdir? Rəfz sözün burada yazsaq fikrim, yəni çıxmış, rədd eləmiş. Rafizi də yəni İslamdan çıxıblar da bunlar. Bəli, nəpəzirufdən, ağahəni filan, kənar guzashdən, tərk kərdən. Rişəsi rəfzidir, rəfəzə. Rufuz sözü də buradandır da həman. Qəl'i şəcəri rəfz və ilhad üçün rafizilər, çünki da Peyğəmbəri qəbul eləmir, Qur'anı qəbul eləmir şiə. Şiənin bunların işi yoxdur. Şiə bunlardan çıxıbdır, Həzrət Əli, İmam Həsən, İmam Hüseyin, imamlar. Bunlara yapışıbdır. Və bunları Peyğəmbərdən üstün tutubdur. Qəl'i şəcəri rəfz və ilhad üçün məmalik qızılbaşə rayat humayun, rayat ələmlər, pərçələr. Humasayi sultani əsgər dəryaxuruş, əsgər dəryaxuruş dərya kimi hərəkətə gələn bir ordu. Əsgər dəryaxuruş göndərildən bəri bir bu anədək 40 beylə qırıbdır. 40 beylə də bu o zamandan bu zamana bir şey ölübdür düşmənlərdən. Şərq və qərbə sərdarilər, yəni qəhr ədai din üçün sibəhsarilər göndərilib. Bir yıl səfər tərk olunmamaqla neçə məkruhat ixtiyar olunub. Deyir ki, məkruhata əl vurmuşuq da, bəzi məkruhlar görmüşük ki, səfəri tərk eləməmişik. Ona görə bəzi məkruhlar işlənibdir. Məkruh yəni o şey ki, İslamda icazə verilir, amma yaxçı deyil İslamda. Olmaması yaxçıdır. Müstəhəb o şeydir ki, olması yaxçıdır, amma vacib deyil. Eləməsən də olar, amma olması yaxçıdır. Məkruh odur ki, olmaması yaxçıdır. Amma olsa da okeydir, geçərli. Məsələn, mühüm deyil, yəni mücazatı yoxdur. Olunmaqla bir neçə məkruhat ixtiyar olunub. Məsələ, özü misal vurdu, mən bilmirdim. Məsələ, mənasib ilmiyyə və məratimi səfiyyə neçə naəhl və səfih əlinə düşməklə. Deyir, məsələn, bəzi idari işlər məratibi seyfiyyə, yəni seyf şəmşir deməkdir. Və neçə naəhl və səfihə, səfih də ki, səfih adamdır da, yəni indi qoca səfihin mənası nədir? Türkcədə səfih nə deməkdir? Ağılsız, ağılsızlıq,
ağılsızlıq, ağlıyıncül, nadanlıq, cahil yəni, kar görməmək, nemətləri anlamayan bir adam, hədər verən hər şeyi, hədər etmək, dürüst yoldan çıxmaq, səfih, əql və hikmətdən uzaq olmaq. Türkcədə səfih, əqilsiz adam, səfahət, əqilsizlik. Beyinsizliğin deyir ki, bir tərəfidir. Yəni, ona tay bir şey. Tamam. Bunu da burada örgəşdik ki, səfih. Bəzi kəlmələri mən təzəşdən örgəşməyə məcburam. Yəni, indi bunu səfih əlinə düşməklə deyir ki, məkruh nə oldu? Həm ordu işlərində bəzi adamların əlinə verildi, həm də elm işləri naadan səfih ədəmlərin əlinə verildi. Məkruhdur. Ruy zəminidə kuşə be cuşə qiyamətlər qopdu. Deyir, bundan dolayı, yəni bu səfih adamların iş üstünə gəldiğindən dolayı ki, İran doludur, tamam, iş üstdəkilər özəlliklə, səfihlərlə, İranın ağıllıları iş üstə deyil. Səfihlər iş üstədir. Səfihlər daimən öz ciblərində dolanırlar. Kanadada bunun tərsinədir. Məsələn, indi Kanadada Krisməsə yaxınlaşır. Əti ki, keçən həftə kilo 30 dolara yaxın idi, qoyun ətindən deyirəm. Bu günləri verirlər 10 dolar, yaxşı 70 sentə. Təqribən bir çox şeylər ki, indi məsrəfi çox olacaqdır, xüsusən kasıb adamlar bunları məsrəf eləyəcəklər, yiyəcəklər, içəcəklər, bir şeylər lazım olacaq, onların qiymətini gətirdilər əşaya. Yəni, mən bu günlər məğazalərdə biraz dolandım. Gördüm ki, o qiymətlər ki, keçən həftələr zorumuz çatmırdı, bu həftə onları çox ucuzlədiblər, gələn həftəyə də həttəmən daha çox ucuzlaşacaqdır ki, kasıblar da ala bilsin. Bu, İranın tərsinədir ki, İranda bu cür zamanlarda qiymət gedər ki, bayram ağzı gəlir, qiymət çərşənbədir, nə bilim, çillədir falan, qiymətlər uçur. Və o qiymət bir əşaya gəlmir, Kanadada o cür deyil. Niyə? Çünki hər kəsən öz cibini düşünür. Mən indi nə qədər qazanaram? Toplum qazansın, biz toplum qazandığı qədər toplum, hətta burada məsələn bir şey vardı, adına şey deyirlər, elə bunların donation ya food bank. Bank yəni bankda, elə orada İranda gəlib adı bankıdır. Qabaqcan bank deməzdilər İranda. Bir də İranda da banka ya bank Türkcədə, İranda yox. Bir yerdir ki, orada bir şey saxlardılar. Məsələn, bankada murabba saxlardıq, turşu saxlardıq, yağ saxlardıq, pul saxlardıq. Hər nə o bankanın içine qoyur, ona banka deyərdilər. Elə Türkiyədə də bu günləri banca da banka deyirlər, bankiyə də banka deyirlər. Tamam. Təbrizdə də banka deyərlər. İndi bilmirəm nə deyirlər adına. Farsıdan keçib indi hər nəsə ehtimal verirəm ki, məsələn deyərlər nə mənə. Heç bilmirəm nə mənə deyirlər adına farscada. Yadıma gəlmir. Bunu nəyə gətirdim? Unutdum. Ruh zəminində cuşə be cuşə qiyamətlər qopdu. Bu naəhlilər iş üstə gəlməkdən dolayı yerin üzündə, orada burada, cuşə be cuşə, yəni sağdan gün çıxandan gün batana, gün quzeydən günəyə, hər yer, yəni cuşə be cuşə, hər yerdə qiyamətlər qopdu. Ya bu adamlar, ahmaq adamların işə gəlməyi ilə ki, bir zaman İranda belə olacaq. Daimən İranda qiyamət qopur. Amma əsli qiyamət ki, mən bunu zindanda olanda yazmışam. İranda zindanda olanda yazmışam ki, İranda iki şeyin çarəsi yoxdur. Bir, din aradan gedəcəkdir. Bir növ sekularizm gələcək ki, dünyada tayı yoxdur. Ki, nə Türkiyəyə bənzəyəcək, nə Misrə bənzəyəcək, nə
əcib, qərib bir dinsizlik olacaqdır. Bunu mən zindanda olanda yazmışam. İkincisi də İran deyən bir torpaq dağılacaq. İran deyən torpaq olmayacaq. İkincisi o şey ki demişəm, amma indi bu İran deyən torpağı indi deyirəm, o zaman dediyim ayrıdır. O da budur ki, İranda bir-birinə düşəndə o qiyamət qopanda bir dana molla salim qalmayacaq, bir dana polis salim qalmayacaq, bir dana pastar salim qalmayacaq, bir dana bəsici salim qalmayacaq, bir dana əncüməni İslami, nə bilim, hirasət, idarə məmurlar, heç birisi salim, ittilaat məmurları, heç birisi salim qalmayacaqdır. Bir qətliam düşəcəkdir ki, Allah iraq eləsin, Allah iraq eləsin, gəlməsin belə bir gün. O günləri insanların əti şəhərlərdə dolacaqdır. Bunu biz 57-də görmüşük. 57 inqilabında Təbrizdə və bir ayrı yerlərdə adamları doğrayıblar, töküblər xiyabanlara. Ki mən bunun İranda ola-ola, yəni vətəndə ola-ola, İran deməyək, İran adında bir yer mənə rəsmi deyərək yoxdur. Vətəndə olaraq mən bunu Radio Fərdadan yayırdım, bərnamələri. Allah səlamət eləsin qalırsa, Zənd adında bir dostumuz var, o da türküdür. O da bunlara səssat qoydu falan, yaydıqda adqahın, məsələn, bunların qalanların, o adamlar ki, öldürmüşlər, onların evlatların, zatların danışdırdıq. Yaydıq filan. Çox böyük bir müstənəd. İndi zülm şah zamanı ilə bərabər deyil. İndi o yerə yetişib ki, insanlar deyirlər ki, Allah rəhmət eləsin şah zamanına, şaha. İndi zülm-ü sitəm o qədər yuxarıda. Əvvələn dinçilər qatışıblar. Nohətilər qatışıblar, mollalar qatışıblar, ayətullahlar qatışıblar, əmmaməlilər qatışıblar, pastarlar, ittilaat, bəsic, idarələrdə şurayı filan, bəhman, bunlar hamısı, bunlar mütəəssifanə o gün gələcək, qiyamət günü İranda gələndə, onda çoxlu insanlar öləcəkdir. Mən bunu Günas TV-də olanda da demişdim. Hala da bunun üstündə işləyirəm. Gərək Azərbaycanda ağsaqqallar toplaşalar. Hər şəhərdə 10 dana, 15 dana, 20 dana, 50 dana ağsaqqal. Deyərlər ki, hər kəs filan evlərə, bu evlərə 50 dana ev, 50 dana məscid. Bura hər kəs ailəsi ilə gəlsə bura, heç kəsin haqqı yoxdur bunlara əl uzada. İlla ki, bunlar əgər cürmü, cinayəti eləmiş olsalar dadgahda, Azərbaycan dadgahında mühakimə olacaqlar. Çünki bu cür bir şey olmasa evlər qarət olacaq. Bundan əlavə, bundan artıq insanlar idarələrdə işləyənləri görürlər, bahda işləyənləri görürlər ki, bunlar hamısı bir az pullundan gediblər iş üstə. Çoxları da kasıb balasıdır. Amma indi milyard pulları var. Evləri, fabrikaları, bağları, yerləri, yurtları var. Bunlar da mən zindanda olarkən görürdüm ki, zindanda olanlar deyirlər ki, bu günləri vursa biz kimin evini dağıdacağıq, kimi öldürəcəyik, kimin arvadın, kimin qızın əlindən alacağıq, başına oyun gətirəcəyik. Belə bir iki yerə bölünmüş bir millət var. Və hər ikisi də qatildir, hər iki tərəfdə qatildir. Yəni, həm onlar ki, zülm altında qalıblar, bu zülm altından qalmağa bir şey istəyirlər. Bunların hamısının birlərdən acısını çıxadacaqlar. Kimdən? Molladan, pastardan, ayətullahdan, ittilaat məmurundan, kəlantəri məmurundan, sədüdəhdir, nədir onlardan, nə bilim, məsciddə işləyənlərdən, şurayı
əncümənhay İslami idarət filan və bəhman bunlardan şurayı şəhərdən bunların hamısından bunların rəis idarələr, müavinlər, bəzi şeylər bunlar hamısı mütəəssifانه qurbanlıq olacaqlar. Niyə? Çünki hamısı öz cibinə işlir. Hamısı öz cibinə işdir. Hamısı xiyanət edir. Və bunları millət görür. Məhəllə görür, dost görür, aşina görür, özgə görür. Bilir ki, bu filan dünənkəs Həsən dünənləri filan kəsin oğlu idi. Dədəsinin məsələn filan yerdə bir evi vardı, 50 metr, 80 metr daha bundan keçə bir yeri yox idi. Amma bu günləri məsələn adamın pulunun hesabı yoxdur şeydə. Yəni bəzi adamların dünənləri bir fiş hüquqi qoymuşlar, ayda adamız 600 neçə milyon tümən sabit gəlir, maliyyatın çıxandan sonra 200 milyon tümən nə qədər maliyyatı çıxandan sonra 600 neçə milyon tümən ayda bu adam istir pul alır. Ağa, məsələn, sən nə iş görürsən? Əlbəttə bunu deyim ha. Üstdə ki oğurluq oldu, aşağıda oğurluq olar. Mütəəssifanə insanda adamlar da bir-birlərinə hürmət qoyurlar. Yəni deyək ki, bir tərəf zülmüdür, sitəmdir, dövlət tərəfində olanlar, hər kəs dövlətə işdir. Bu zülmü sitəmə giriblər. Amma o birisi tərəfdəki kasıb, yəni kasıb deməyək, o birisi tərəf ki millətdir və onunla da müxaliflər, onu zalim bilirlər. Bunlar da bir-birlərinə zülm elirlər. Məsələn, döhdür, mən döhdürü indi eşitmişəm. Bir dana əməl eləyəcək, əmələ deyir ki, ağa, bimaristandan nə alacağım, alacağım. Səndən də nə alacağım, onu dövlət bimaristan mənə verəcək, o da ayrı. Sən mənə bu əməl eləmək üçün ya dolar verməlisən bir belə, ya da məsələn mənə 2 dana, 3 dana, 5 dana sikkə falan almalısan. Yaxçı, üstdəki milyardılar aparır, bu da bir-birinə rəhm eləmir. Vəkili də rəhm, yəni vəkil deyəndə dadqüstləri vəkilindən danışıram. O birisilər nümayəndə məclisdən, şurayı şəhərdən danışmıram. Onlar hamısı oğrudular. Bu tərəfdən danışıram. Bu tərəfdə millət də bir-birinə rəhm eləmir. Hamını kəsir. Təəssüflə. Niyə? Çünki şah nə deyibdi o zaman? Əhməd Şah, Əhməd xan, Sultan Xəlifə Əhməd xan Əhməddə, Xəlifə Əhməd deyibdi ki, Əhməd Osmanlı Əhməd deyibdi ki, yəni əvvəl biraz fikirləşib da, şeyin qabağında, Zülqərneynin qabağında az gətirib, söz deyə bilməyibdi, qalıbdı, biraz fikrə getəndən sonra deyibdi ki, bir də oxuyuram buranı, çox önəmlidir. Deyir ki, bir mədd ah çəkdi. Az qaldı gülbərci ruxsarı lar rəngi sümbül boyuna jali sırışki pərişan ola. Bir miqdar təvəqqüfdən sonra dedi. Dedi ki, ey sahibi Qur'an aləm, təqrir dilpəzirin üzərə padişahlara ədl و dad sərmayi mənşur səadət olduğu məlumdur. Ol padişahi ki sərçeşmi insafidən binəsibdir, eyni inayət haqdan məhrumdur. Amma müşkül budur. Burada bir müşkül var. İmdad own Həzrət Rəbbil Aləmin ilə Cəllə Cəlaləh bir zamanda təxtiqah səltənətə cüruş eyləyə ki, deyir bir zamanda oturub səltənətə, yəni şah özün deyir məsələn. Çarxانه عالم سراسر خراب و یاب ویباب و خلقون آتش فتنه اشقیا و خلقون آتش خلق یعنی خلقون آتش فتنه اشقیا ilə cigərləri kebab ola. Əşqiyalar dedim dövlət əşqiyası, döhdür mühəndis, ev tikən mühəndis, hər kəs bazar tükançı gicəlləri kebab ola. Cəddün mərhum öz dədəsindən başladı. Və məğfur ləh
خداوندگار اعظم سلطان مراد خان طیب الله سراه قلعه شجری رفز ve ilhad üçün Məmaliki Qızılbaşiyə Azərbaycana rayat Məmalik deyirik özdə. Yəni Qızılbaş Məmaliki tək Azərbaycan deyil. Görürsünüz adına deyir Qızılbaşiyə, Məmaliki. Yəni İran adına bir şey yoxdur. Dünyada İran adına, Pers adında bir şey yoxdur. Persi taza yaradıblar burada. Nə Persi? Pers adında gərək tarixdə bir hökumət ola, bir torpaq ola, bir el adı ola, bir oba adı ola, bir millət adı ola, ona deyərlər Pers. Əgər yoxdur, necə deyə bilərlər? Çünki hər hökumətçi gəlir iş üstə, o birisi hökumətlərə elan edir ki, mənim adım budur, mənə bundan bu yüzden bunu deyəcəksiniz, mənim torpaqlarım da bunlardır, bu torpaqlar da mənim əlimin altındadır. Ona görə deyir ki, Sultan Murad Xanı Təyyiballah Sərah Qəl-i Şəcəri Rəfz və ilhad üçün Məmaliki Qızılbaşiyyə, neçə məmləkəti Qızılbaşların əlindədir, yəni Azərbaycanlıların, Rayat-ı Humayun, bayraqlar, Humasayi Sultani Əskər Dərya Xuruş göndərildən bəri, bu anədək 40 beylə qırıbdır. Şərq-ü qərbə sərdarilər, yəni qəhr-i ədai din üçün sipəhsarilər göndərilib. Bir yıl səfər tərk olunmamaqla, bir il səfər demək burada, səfər müsafirət deyil, dolanmağa çıxmırlar, savaşa çıxırlar. Buna deyir səfər. Türk dilində səfər, yəni savaş. Bir yıl səfər tərk olunmamaqla neçə məkruhat ixtiyar olunub. Məkruhat nədir? Məsələ, mənasib elmiyyə, elm və məratib-i seyfiyyə, qılınc, neçə naəhl və səfih əlinə düşməklə ruy zəmində cuşə be cuşə qiyamətlər qopdu. 40 neçə dəf deyir ki, 40 qat ondan çox olubdu, onu deyir. Miya qopdu və hər yıl zəhab əyab əskər təkalifindən əskərin gəlcet, zəhab əhab gəlcet da, yəni bu əskər gedir, qeydir bir də. Deyir, bunun gedib gəlmağının bir xərci var. Məsələn, 50.000 nəfərin istəyirsiniz bir yerdən bir yerə daşıyasınız. Hərəsi gündə 1 kilo qəza yiyəcək. Az da. 50.000 kilo gündə bunların qəza, gündə 5 ton bunların yemağıdır. Yap belə az da 1 kilo ona nə getsən, bir supanı yiyəcək, bir nahar yiyəcək, şam yiyəcəkdir. Hərəsində yarım kilo. Heç olmasa gərək yiyə bu adam. Yəni gündə 1 kilo yarım bu adamın heç olmasa yemağıdır. Bunun işmağı var, geymağı var, davası var, dərmanı var, paltarı var, başmağı var, nə bilim, iti var, sınanı var. Yəni iti mənzurum itən bir şeylər. İtən bir şeylər var, sınan bir şeylər var, yox olan bir şeylər var, oğurlanan bir şeylər var. Bunlar var, hamısı ordu işidir da. Ordu işində bunlar olur. Əyab-ı zəhar və əskər təkalifində, təkalif yəni xərc. Xərcindən rüaya ilə əskər miyanəsinə əzim ədavət fitnə əngiz düşüb. Bu xərci bu şeydən rüaya ilə, millət ilə yox. Əskər arasına fitneyi miyanəsinə, yəni ortasına, bu ikisinin arasına. Əzim ədavət düşmənlik. Fitneyi əngiz, fitnə yəni bunların ikisinin bir-birinin canına sala bilən. Necə indi İrana misal vurdum da. Düşüb. Gedərək müxasimi lisan, mühakimi seyf-u sinanə müəddi olmaqla əsl xilqətində şəcəri, şəqavət məzkur olanlar seçilib fiyə bağıyə əşqiya sərbe olub. İndi buranı bir də oxuyayım, görək ki, nə dedi? Deyir ki, hər yıl zəhab-ı əskər təkalifindən və xərcindən rüaya ilə əskər miyanəsinə əzim ədavət fitnə əngiz düşüb. Gedərək, getdikcə, yəni hər il ki keçir, bu xasimi lisan əvvəl dillərində bir-birlərinə əskər buna, yəni sipapaslara, bəsid, polis, 110, ziddi şuriş, millətə tohin, millət də onlara tohin. Namussuz, şərəfsiz, hoy, filan, bəhman, vurmaq,
Başardıqca vurur, belə partladım, belə vurun, belə yandırın. Bunlar hamısı millətin də tərəfindən deyilir. Və vururlar və öldürürlər də. Lisan Musa əvvəl deyir ki, müxasimeyi lisan, əvvəl müxasimə xəsm düşmənçilik. Müxasimeyi lisan, əvvəl deyir ki, dil ilə bir-birləri ilə müxasimə elədilər. Mühakimeyi seyfu sinan. Seyfu sinan, daru derəfş. Bıçaq, qılıcla və çəkişlə, döyünlə, hər nəylə. Mühakimə, dadgahlar, mühakimə-i seyf-u sinan müəddi olmaqla ortaya girdilər. Əsl xilqətində şəcəri-i şəqavət məzkur olanlar. Deyir ki, bir də insanlar nənədən şəqavət doğublar. Vaqən də bucurdur. Yəni, Cumhur İslamiyə baxın. Cumhur İslaminin tərafdarlarının, mən deyərəm, %90'ı şəqi idilər. Yəni, adam öldürməkdən, aval vurmaqdan ləzzət aparırlar. Ağa, ləzzət, xanım da belə ləzzət aparır. Birinin uşağını tuta, vura, apara. Ağa, bunu biz də gördük. Mən getdim, yadıma gəlib, bilməm, buna bir də haraydı, telefonu kəsilmişdi, millət çıxmışdı, etiraz edirdi. Ağa, bizim niyə kodumuz yoxdur, niyə telefonumuz, məsələn, özümüzün müstəqil kodumuz yoxdur, ya filanımız yoxdur. Telefon məsələsi. Polis girmişdi, şəhərdə adam öldürürdü. Şəhərdə hökumət nizamı elam eləmişlər. Millət də axşamdan axşama, sübdən sübə çıxırdı, bunlardan biraz vururdu, dam üstündən, oradan buradan vururdular. Bunlar onları qavurdular. Bunlar girdirlər şəhərə, sabah yenə də, sabah yenə də. Mən getdim ora, Radyo Fərdidən quzarış verdim, dedim, polis oradan çıxsa getsə, millətin işi yoxdur. Axşama polis oradan çıxdı, getdi, millət də getdi, evinə oturdu rahat. Dövlət də gəldi, dedi, sən nə istəyirsən? Telefonu verim. Sən buna telefonu ver, niyə sən getsən buna polis göndərirsən? Çünki şəqidilər. Adam öldür. Ağa, sərbaz gedibdi. Sərbaz o dərəcədə durubdu, yavaşda o sərbaz öldürür. Ağa, şəqi buna deyirlər. Axı, sən ki, sərbazsan, sənə nə rəbti vardı? Otur yerinə, başancının, gizləncinin qoy, dərəcədarın neynir eləsin, əfsərin neynir eləsin, sən niyə? Əfsər deyir, get qulaq gətir, bu gedir, get papaq gətir, bu gedir, baş gətirir. Get filan kəsi, tut gətir bura, o gedir, onu döyə-döyə, vurur, ağzı, burnunu sındırır. Bəzən görə onu dərəcədar tutub, o sərbaz onu vurmasın. Sərbaz yox, vuracağım. O birisi tərəfdən görürsən ki, birinin gücü sərbazdan üstündür, dərəcədardan üstündür, filan kəsin oğludur. Əfsərin qulağının dibinə qoyubdur, polis Kəlantəridə filmin götürüblər. Ay, nə mənə, bu məmləkətdə bu qədər yəni. Bunlar dediyim üçün, bunlar hamısı kimidir danışırdı ki, bu məmləkətdə 50 min nəfər də öldürsən, 5 milyon nəfər də öldürsən, öldür. Yəni, bu qədər adamda şəqavət, Allah rəhmət eləsin, Yezid də bunların qabağında. Yeziddə belə bir şey yox idi. Yəni, adam oturub taxtda ya iş üstündə, deyir ki, göydə Allah, yerdə mənəm, Allah, mən yer üzünün Allahı da mənəm. Öldürən də mənəm, yaradan da mənəm. Firon qələt elədi, belə bir şey demədi. Allah rəhmət eləsin Firona, Cumhur İslaminin yanında olan adamlara. Şəqavət məzkur olanlar seçilib fiye baqiyə əşqayı sərbə olub, sərbə bir olub. Deyir ki, bu şəqavətlilər yetişiblər, əl-ələ veriblər, indi biz bunlara mafiya deyirik. Şəqavət məzkur olanlar seçilib fiye baqiyə, quruhi baqiyə, şurişi. Bunlar ki, millətin əleyhinədirlər, millətin ilahinə, bunlar nə dedik adına? Mafiyadırlar. Mafiya, fiye-i baqiyə. Fiye-i baqiyə əşqai sərbə bir olub. Hamısı deyir ki, əl-ələ veriblər. Sərbə bir olub, yəni əl-ələ veriblər. Sərb naminə olan bir özlərini az seçiblər. Burada yenə sərbirlik, yəni başları birdir. Bir qaçı. Bura üstünə xət çəkibdir. Sərb naminə olan, yəni bir başçı seçiblər özlərini, bir başçıları var. Başları. Sərbərlik bir qaçı. Bir neçəsi dedikdə rəhbərlik. Bir-birinin quldurduğu rayət məkusə altına cəm olub.
Bir qaçı. Burada bir əlamət çəkibdir. 7 qoyubdur, çəkib gətirib. Burada bir qaçı. Deyir ki, birinin qıldırdığı rayət məkusə tərsə bir bayraq altına bir qaç cəm olub, bir neçə nəfər toplayıbdır. Bir-birinə müəyyən və zəhir olaraq, bir-birinin muin əlbəttə, bir-birinə muin kömək və zəhir puştkar olar, bir-birinə köməklik eləyərək yekpara təbli xuruc vəlvələsin asmanə getirib. Bunlar birlikdə xuruc, üsyan əlamətin qoziyiblər, göyə qoziyiblər. Cəlalilik şəarın izhar edirlər. Cəlalilik keçən kitablarda oxuduq. Bir qurupdur ki, hər kəs hər bir şeyinə gəlir qotuşublar ki, Osmanlının əleyhinə savaşalar. Hərənin bir istəyi var. O istəyə görə gəlibdir. Biri torpaq istəyir, biri maliyyatdan qaçır, biri ordudan qaçıbdır, biri zindandan qaçıbdır. Toplam bir şey. Cəlalilik şəarın izhar edirlər. Cəlalilik, cəlal sözündən deyil. Cəla olmaq. Məsələn, vətəndən cəla olub, qaçqınlar. Dedik da, hərəsi bir cəhətdən. Cəlalilik şəarın izhar edirlər və əbain cəddi xanımanımıza xeyrxah olan qullər uğur Humayunda başı can oynatmaqla münqəriz olub. Bunların Cəddi xan, yəni o babasının ki adını dedilər ki, ləşkər çəkmişdi qızılbaşların üstünə o zamandan bu günə. Xeyrxahı olan qullar uğur Humayunda başı can oynatmaqla başı candan geçirlər. Münqəriz olub səfər zərurəti ilə qulluq silkinə mülhaq olan qullar daxi haqqı niməti padişahıyı bilməyib. Hətta bunlar da deyir ki, gəliblər orduya qoşulur, amma bu iki padişahın haqqını gərək bilələr, deyir, bunu bilməyib. Haqqı niməti padişahıyı bilməyib. Cəlalilik türün qullənib, məmalik-i Murisi Osmani bu qədər zamandan bəri paymal əşqiya olmaqla xanman rüaya suzan və pərişan olmuşdur. Yəni deyir, orduda, o da, bu da hamısı qatışıblar, milləti talan edirlər. İranın bugünkü duluğu 500 il bundan qabaq Osmanlıda. Əlbəttə, indi bunu deyək 500 il, buna baxaq ki, Əhməd xan ibn Muhammed xan. Bunu baxaq, görək şimdi. Sultan Əhməd xan ibn Sultan Muhammed xan. Düz yazdıq. Sultan Əhməd xan ibn Sultan Məhəmməd xan. Düzdür. Görək ki, bu hangi il yaşayıbdır? Doğru, bəstəci bu Osmani, İran və Səfəvi. Bəli, bunu yazıbdır. Barhay deyər, Osmani. 1600, bunu deyək ki, təvəllüd 1590-da doğulubdur. 1590-da doğulsa, indi də 25-dir. 435 il bundan qabaq doğulubdur. 27 yaşında da ölübdür. Hicri qəməri. Görək ki, Hicri qəməri yazsın. 1590, 997-də doğulub və 1012-də ölübdür. Yox, səltənətə giribdir. 1026-da da Allahın rəhmətinə giribdir. Yəni, indi 1447-dir. 447 il, oradan da 3 il, 450 il. 450 il qabaq bu adam İranın bugünkü vəznini tavsif edir orada. Qoluna bənim qolumdur. Qoluna bənim qolumdur. Bana tabi və fərmanbər olmayacaq. Bana necə şəmşiri ədlün və dadi ilə siyanət rəiyyət və zəbt və rəbt məmləkət qabil olur. Ey sahibi qaran, əgər Həzrət Sultan Übeydan
Qabidan ya Qubeydan Celle Celaluhu Sarir saltanat Osmaniyeyi bana böyle xarab iken amade etmeyip ma'mur ve abad iken müseyyer edeydi zabt ve rabt memleket ve hall ve akli umur raiyet necə olur görüleydi ve şemim sefabakş adlü insaf ile damen ahir zaman kıyamete dek muattar etmek olaydı. Burada bir şey yazıbdım. Neçə onu görə harda yazıbdı? Aha. Ve insaf ile damen ahir zaman kıyamete dek muattar etmek necə olaydı? Yani evvel göre şərait hazır olaydı. Savaş da hamı millet ordunun aleyhine, ordu milletin aleyhine silahlı terörist gruplar, milletin, devletin hamı birbirinin aleyhine. Deyip padişah alem kelamine xitam olduqda Hazreti Zülqarneyn dahi سمت تحقیقه imali lücam-ı kelam eləyib. Sümtü təhqiq yəni cirdi sakit oldu. Sümtü təhqiqə imali lücam-ı kelam eləyib. Mütəəccibane buyurdular ki, ey padişah aləm sərrişdiyi hər təqrirə çəkildiniz. Cəvahir kələmatündən mən fəhm olur ki, cəvahir kələmatündən münfəhim olur ki, bu çarxani aləm padişahان پیشین zamanında məmur və abadan olub haman sizin zamanı dövlətinizdə xarab və yabab ola. Və yabab nə deməkdir? Bunu görək ki, bəyaqlarda bunu görək və yabab. Türk yaz da, Türkcə cavab yaz. Və yabab, əlbəttə, sözünün Türkcə mənası belədir. Əsas mənası vəba, salgın, xəstəlik, tarixi mətnlərdə böyük bəla, fəlakət deməkdir. Aha. Və yabab yazırlar, amma bu niyə deyir ki? Həman da elə o mənanı verir yəni. Yəni Səlatin Maziyə əyyamində bu zirdəstan rəiyyət asudə cuşi fərağət olub. Sizin əyyam-ı səadət əncamınızda hər biri bir küşteyi hali səhrai bəla ola qalə la la qalə la və Allahu və Rabbi Kəbə. Bunu oxuya bilmədim nə olacaq. Bela la qalə ləhu qalə la və qalə la vəllahi və Rabbil Kəbə. Bu dolab asmani meydan qudrətdə sərgərdan olalı hal aləm bir tor üzrə qərar etməmişdir. Ey padişah cavanbəxt, bu vəfa dünya hələ mən büldügüm dünya isə nə bir padişah zamanında məmur və abad olmuşdur və nə xalq aləm anın şərrindən aman bulmuşdur. Zamanımızda xarabdır dediyiniz dünya nə zaman məmur və abad idi? Məgər Həzrət Əbülbəşər Adəm əleyhissalam ilə Havva bu aləm xakə hubut etdikdə hər biri bir iqlimə düşüb 300 il ciryanun alan və bir gəştə hal beyaban olub mədədkari inayət Rəbbül aləmin ilə damən irfanıda buluşub birləşib bədhayi qeyri zər'idə cuşenişin tarım təvəttün olüncəmi aləm məmur və abadan idi. Yaxud cari cəhəti sahiri zəmin
زاری جهتی ساحری زمین، مغتنمی نعم الهی و تراوت یافته فیض نامتناهی ایچن. قابل برادری حابیلی کشته خنجری üzri خنجری قدر ادب ol شائمت قتل ایله میانه اولاد آدمه düşen آتش تفرقه cümlesin iki firqə edib ol iki güruh enbuhum biri kafir ve biri Müslüman olmakla şemşirbar gətine ve fesad 280 yıl aralarında derkar olup neçə 100 bin افتاده خاک هلاک olan آدم قاتندن پهن دشت عالم تشت فساده döndükdə mi aləm məmur abadan idi. Yaxud ol şəmət küfr fəsadədən hal aləm digərgun olub, yəni pərvaye ruy زمین olan əşcar və məzarədən əlavə xeyr bərəkat منطقی olub. منقطعه خیر برکات منقطعه olub. مثلا سنبله شعر خوشه خرمایی مصریه برابری کن. مثلا سنبله şeir buğdaya deyir fikirlərim. Bu da şeydir. Mesela sünbili şeir خوشه خرمای مصریه برابری کن. Bu şeklə gərdikdə ol مطلع دیوان نبوت آدم علیه السلام خرابی عالمدن فریاد edib تغیرت البلاد و من علیها و وجه الارضی مغبر قبیح تغییر کل ذی طعم و لون و قل بشعشة الوجه الملجی فواسفی علی حابیل ابنی قتیل قد تزمنه الزریح دیگه cəvahiri kələmatı silki nəzmə çəkib neçə yıl bu bəsid ənbər itrə olacaqdır. Ətra çahindəki nüfus vəhşiyəni suzش فریاد و زارندن سوزان و جریان etdikdə mi aləm məmur آبادان idi. Yaxud صدر دیوان نبوت حضرت شیثمان علیه السلام جنابی نعم المعابنه تسلیم olunduqda yaxud صدر دیوان نبوت حضرت شیث علیه السلام جنابی نعم المعابنه تسلیم olunduqda قابل خونریز اولادندن neçə 100 bin بمغات کفره سایی لیوا زلالت احتواسına müctəmi olub Hazreti Şeyh aleyhisselam tələbi dəmi habil məzlum etməklə 200 yıl ateşdan harb و قتال miyanlərində şərarə fişan olub. Axirü'l-əmr burada da bir kəlmə gəlibdir. Mədəd çari cunudi mücənnədeyi mələik ilə qabil xunxari əxz edib eyni şəmsi dinləmək məşhur mu'zidə ağuşti xaç həlak edincə روی زمینی خون لعلجون آدمیدن همرنج لالزار etdiklərində mi aləm məmur آبادان idi. Yaxud مسند جلیل الشأن رسالت حضرت نوح نجی الله جنابinə təslim olduqda xalq aləm şərqən و qərbən butpərəst olub təkzib Neciyullah üçün irtikabi Neciyullah yəni Allahın nacisi naci yerinə Necci yazıbdır. Neciyullah üçün irtikab etdikləri fəsadat və küfriyat ilə 950 yıl sahi aləmdən sahiban əmn و əman gedib hər çarədə əmr qalibün olmaqla cuşə be cuşə qiyamətlər qoyub
qonub. Axirül-əmr əziyyət süfəhai qovmidən taqət بشریه نوح تاق المغل ربی لا تذر علی الارض من الکافرین دیارا کلامın زبان möcüz bəyana gətirdikdə dəryayı qəhr-i zülcəlal təlatümə başlayıb qəzəbi cəbbar zül-intiqam rakibi səfini nəcat olanlardan qeyri ruy aləmdə ziruh qoymayıb bə'd tufan neçə zamanı izam rəmim küfr düz ruy zəmin küfr düz ruy zəmin təxti rəmali dökündə mi aləm məmur və abadhan idi. Yaxud vücud behbud Hud aleyhisselam şərəfi xilqəti nübüvvət ilə sərəfraz olduqda qovm adi ki طول قامت və ziyadeyi bətş و vüfrət qüvvət ilə və fürrəti qüvvət ilə sair məxluqatdan mümtaz olmağın hər birinin kəmənd aşubi həddən aşıb kimi ad kimi şədid və şəddad bir rəsmə təqəllüb ilə hər facir bəlid fail ma yurid olub kəndin var edən xəllaqi cahan afərini fəramaş etmişlərdi. Hazreti Hud ol bütpərəstləri xudapərəstlik və vadisinə soğ üçün 50 yıl leylən və nəharən dəvət haqqı elədi. Ancaq Luqman ibn Ad və Murid ibn Sa'd ismi ilə mərsum iki kimsənə iman gətirib onlar daxi zir cilimi xəfadən izhara qadir olmayıb Hazreti Hud aleyhisselam ol qovmi zal و مذل imanından məyus olub pərtabi etdikləri tirbaran əziyyət və cəfadan sinəsi qərbal bəlayət döndükdə həlakləri üçün ruy təzərrüi səccadi niyazə salıb ey fərzəndə firuze rəbaq şəmsə zərکشی zərنگاری taq ta غنچه تنگ دل باغ توییم. Aha burada şeir gəlir. Ey fərzəndi firuze rəvaq şəmsə zərکشی زنگاری تاق غنچه تنگ دل باغ توییم لاله سوخته داغ توییم بانگ بر سلسله عالم زن سلک این سلسله را برهم زن تا مرو کن بر زمین زلزال ها تام کن بر زمین زلزال ها ساز از آن عالی ها safil ha diye ülüv-i nairi sözü güzarinden kubbe-i nukri küb asman tenur باز جونه آتشین المغل 7 yıl asmandan hubab gətran و زمینdən hubub mezruat müngəti oldu. Axirül-əmr ol kəfəri xudray zəmilərincə çarəcuy bəlay asman oldular. Bilآخر Məkke-i Mükerremədə bicane xane xuda olan səmənlərdən rəşəhi. Tamam, dastanın davamı vardı. Mən istəyirəm görüm ki, burada harda biləxərə bu sözün, savaşın çox gözəl bir bəhsi siyasidir ki, bu günlərdə onun yeri boşdur. Və tarixdə hey təkrar olur. Bəlkə bizim də Azərbaycanda gələn yüzillərdə təkrar olmasın deyə onu oxumaq, düşünmək və ona yol tapmaq var. Çox üzr istəyirəm. Soyuq dəyməm hələ davam edir, çox da pisdir. Amma hər halda. Görüm ki, bu deyir, cavab verdiklərində
Ləin bidin baş qurgusuna düşüb. Ola benim əqrəbim, əvvəla benim əqrəbim sülbi oğlumdur diye Kuşnam ferzendini qətl etdikdən sonra, tamam hələ davamı vardı o Həzrəti Zülqərneyn'in fərmayişlərinin davamı var ki, Həzrəti İbrahimə gəlibdi. Buradan da geçir baş taş Həzrəti Musa'ya gəldi, yetişdi. Tarixi bir sefer burada açır ki, tamam tarixlərdə zülmü var idi. Heç yerde zülmüdən durmayıbdı. Peyğəmbərlər də zülmün bir tərəfi olublar, bilə nəzərə gələn. Çünki məsələn insanları sonunda məsələn öldürüblər də, yəni bir dünya insanı öldürüblər. Eləyə bilmiblər ki, başqa bir yol tapalar. Kitab çox rahat yazılıbdır. Oxuması da yaxçıdır və bəhsi də çox şirin bəhsidir. Yəni mən əgər kitabı müəllifi eləmək anlamında oxumasaydım, bunun nağılını oxuyardım ki, özüm düşünüm bu kitab nə deyir. Məsiha göstərmək ilə ol bədbəxti çəşdini ya çişini cəlladani birəhmə əxz etdirib qənari siyasətgahə götürdülər. İşyu kərə quşay, girəh quşay fəryadə gəlib mədədhay ibn İsa ibn Məryəm digiləm o mədədhay ben İsa ibn Məryəm dəgüləm sizin əmr dinidə müşkülgüşanız olan işyu əmdiyə gördü kimsənə iltifat etməyib. Allah Allah, Allah Allah. Çox önəmli söz idi. Bu da oxuduğumuz devam edir. Çox ciddi bir bəhsidir bu. Bədnəhad ilə səccaciyi, sədbəhacciyi darünnübüvvət nam bir kəzaya kəzzabə övrət davayı nübüvvət edib. Birinin zəlalət əhtivasına ərazil əridən ərəbdən 150 bin qədər. 150 bin qədər. Yəni hərəsindən 150 dəfə min. Yəni 1.500.000. Mən belə düşündüm. Ərazil ərəbdən 150 dənə. 150 dənə 1000 nəfər. Hər 1000 nəfər bir dənədir. Yəni bir şər, yəni hərəsi bir. Qədr mübariz cəm olub anlar sahiyi Darünnübüvvət-i Mədiniyə hücum etməzdən müqəddəm Həzrəti Şir Bişiyi Sədaqət Səddiq Əkbər rəziyallahu anh. Cəndə hala devam edir ondan. Ki gəldi Peyğəmbərin özün geçib indi gəldi xulafayı 4 xəlifələrin haqqında danışır. Yenə bu şeydir. O Zülqərneyn həzrətləridir, danışır. Bu hangi Zülqərneynidir, onu mən bilmirəm. Amma zahirdir, burada özü də deyir ki, mən də bu qəziyyədə şirkət eləmişəm. Yəni bu şeylərdə İmam Həsən, İmam Hüseynə gəlib yetişib, burada İmam Hüseyni danışır. Ki İmam Hüseyin zamanında belə idi. Burada gəlirik, görürük ki bəğarət pərdənişini ismət olan məhzurat və bənati bildikləri gibi təsərrüf edənlərə Həzrəti Sultan Ənbiya sallallahu aleyhi və səlləmdən hicab etməyib afərin yüz yüküzaq və qılıcınız kəskin, yüzünüz ağ, yüzünüz ağ, qılıncınız kəskin və bərraq olsun deyə tərqilər və xələtlər verib xuni küştigan İslam'a şəhri Mədini dükkan bəqəm furuş. Bəqəm yəni lobyazat, bu cür bir şeylər. Nədir? Hububat. O şey ki hububat deyirlər onu. Bəqəm furuşə döndükdə
alem ma'mur ve abadan idi. Ya مگر ملوک بنی امیye'nin telvismend xilafet İslamiye edenlerinden Velid ibn Yazid ibn Abdülmelik bir gün meclisi lehbu le'abde nəğamatı çengünayı esnasında kulağına avazı ezan-ı şerif girib mütrebeyi meclis olan cariyi ganiyesinə ki o mecliste nedemasi mahzerinde cima edib ikisi de cönüb idi külli imamet ile namaz kılalım diye gel ama imamet ile namaz kılalım diye ferman eyledi. Ashab meclis ve kendi xımrıdan ab dest alıp ve ol qəhbə-i sərmətün başına amane-i ammamə sarıb səccade-i mihraba getirdi. Hem cünüp ve hem sərxoş bir faşi ruzgara imamet etdilərdi. Tamam, bunlar da gəlir də, biraz da təbliğatdır fikirləşirəm. Bəli, çox tarixdən gözəl şeylər yazır. Yəni, mən buradan deyim ki, burada da bir gözəl söz deyir Qur'an-ı Kərimə görə. Görək ki, burada nə deyir? Zaman-ı şəriflərində, Ali Osman yəni, zaman-ı şəriflərində Kəbə-Allah'a taş aqmaq degül Beytullah durdiyi təzimən məhəlli məscidləri önündən beylə təbliğxanə ilə gecilməz fəlillahil həmd Al Abbas yaxud dəstgahı xilafət uzmay Al Abbas'a müsəlləm olduqda təntənə dövlətləri xatirə gəlməz bir rəfti birər fitneyi igaz edib el-fitnetu naimetun la'anallahu men at'azzaha Kur'an-ı Kerim məxluq midir, qədimidir diye gullat-ı mü'tezilədən bir iki bidinin havasına tabi olmaqla ibad-ı ilahi imtihan edildi. Bir dana bəhsiymiş, düşmüşmüş, çox da roşanfikrane bir bəhsiymiş. O zamanın, elə indi də roşanfikrane bəhsidir. Acaba Kur'an məxluq midir, yoxsa qədimidir? Bunun bəhsi ciddi çoxlu bəhsləri gətirər ortaya. Amma, yəni, nəticəyi əməlisi var. Amma, görürsünüz ki, nə cür mənada tutulur? Bu bəhs var imiş. Deyir, gullat-ı mü'tezilədən bir iki bidinin havasına tabi olmaqla ibadullahi imtihan elədi. Qədimidir diye sırat-ı müstəqimə nə gedənlər, müslak-ı müstəqiminə gedənlər diye onlardan əşəddi siyasetle qətl ederlerdi idi. Akabir ulemadan Şeyh Ekmel Ahmed ibn Hanbel radıyallahu anhu hazretini Ma'mun xalife-i mahbusan gətirdib aqd-i meclisi münazirə ölünmədən Ma'mun küşti reybil menun olub. Örnek xilafət-i mü'tesem billahə tarixdən bir xülasədir. Əslində zülm tarixindən bir xülasədir. Mən hərdən oradan buradan biraz oxuyuram. Vaqən anlıram ki, qəziyyə nədir. Nabdid etməkləri havali Bəğdadidə gəlindikdə duyulub hətta yağmaceran tatarın ətrafı Bəğdadidə o ürdükləri ateş nəhb qarətün dudi şərər aludin xalife kendi görüb sual etdikdə ol xain surət haqdən feryad edib padişahım məmaliş məmurə ki həlakü gibi bir düşman bi aman askeri gibi bir deryayı ateşfişan müteveccih olub havali Darüsselam gəlince sərhədd muhafizine olan emri Öməranizdən feryad nameler gelmeye böyle küfran nimet izhar eden xanilerin cezasını şemşir siyasete buyurun diye
elinden xətt Humayun alıb qilay sərhəddə düşmənanə verməyib. Qapanan dövlət qəmxarlərinə məxfi xəbər göndərib. Böyle zamanında sizin gibi xeyrxah qulların qətlin əmr edən padişaha vəzir olmaqdan isə hulaku gibi xane əsir olmaq bendir. Sizin gibi dilaverlere mükafat ol diye yarıp ademler gönderdi. Burada bir şeyler yazıp yine de silipti. Burada da Hulaku Xanın dövrəsində gəlibdi. Moğollarla şeyin Abbasi xəlifəsinin vəziyyətini açır. Biz burada yetişmişik 60-cı səhifəyə yetişmişik. Mən istəyirəm görüm şaha bir söz nə deyir. Onu da görüm ki bunun sözünün sonunda şaha nə deyir. Ol derdimendi kendi nezergahinde ala mela'i nas meydane yatırıp el-eyazubullah o piliten derazu bala efrit semaire belivata ettirirdi. Ol mazlumun feryadından ve ol guli ناتراشون مباشرتünden محفوظ ve mesrur olur idi. Gayri küfriyati dursun böyle vaz'a esrarından şad xandan olan Firavun bi haya zamanında mi alem ma'mur abadhan idi. Yaxud sarir padişahi Sultan Muhammed Xarəzmşah ile müşerref olduqda deryayı tuyan olan Cengiz Xan tarafından gelen bazarganlara cefa olunmaqla asakir murşumar Tatarın Cengiz Xunriz memalik İran و Turan'a deryayı ateş gibi yürüyüp Sultan Muhammed Hergec'in mukabiline mukabele ettiyse münhazim oldu. Ahirel-em kendisi bir cezireye qaçıb validesi dahil beyti umumen xaskiyan haram و sair uqaliye sığmaz sair uqaliye sığmaz xazaini zerva zerru cevahir خزانه زر جواهر ile یغماگران تاتار eline düşüp memalik ve şii Xarezm şahide olan rical qılıcdan geçip cevami ve mesacid axurdab gedaq şuraq şey hala o şey devam edir. Allahu la yughayyir inna Allah la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim illa ki heman padişah alem در جاهین اهم امور budur ki همیشه حبل المتین şeriat seyyid المرسلین علیه السلام möhkem yapışıp menasibi ehli olana taklid eyleyip hususen səccadi şeriat tevcih olunacak qazilerin hakim şer olmağa istihqaqını yoklayıp tevcih edəsiz diye ve vükelay devlete ferman etmektir. Zira devlet illiye Osmaniye iptidai riayet şer'i şerif etmekle böyle serafraz olmuştur. Zaman saltanat Kiyumersi'den bu anet gelince dahi al Osman gibi riayet canibi şer'i etmek üzere ehkam etmiştir. Salatin izam al Osman her emrde yazılan maddeyi 7-8 kere şer'e irca etmek üzere kanunları qanunları der madam ki sadde devlet medar al Osman esası riayet şer'i şerif üzere vaz olunmuştur. Kıyamete dek xilal bezir olmaz, xilal pezir olmaz, bezir olmaz. این آن اساس نیست که گردد خلل پذیر لو
سیب جبال لو انشقت السما. دیگه ذوالقرنین کلام حکمت انظامine خطام وردişte Hazreti Padişah İskender غلام دخی توجیه خطاب edip ey صاحب گران کلمات hikmet şiarınız xatirdə olan غبار təşvişi bil külliyə gedirib bizi münşərih sədr etmişdir. Və bir ləhzə istimai kəlamın səfasıyla dil əndişnak mərtəbi itminaya yetişmişdir. Lakin sahib Qur'an aləmin bəyan etdi ki sahibi Qur'an aləmin bəyan etdi ki qəzaya ki hər padşah zamanında zuhur edən fitnə və fəsadıdır. Qayətdə icmal ilə zikr olmağın istifai murad olunmayıb hər fitnənin səbəbi və təfsili nədir məlum olmadı. Məqulə havadis və məsayibdən nə vəcih ilə istinab lazım idi ki bilinmək üçün rəca olunur ki bu külfət zəhmət irtikabindən qaçılmayıb. Hər qıssənin təfsili və baisi nə olduğun sərrişliyi təqrirə çəkməklə himmət edəsiniz dedikdə Cənab-ı İskəndər ruy təvəccühünü bu əbd naçizə bila vadisənin sərcəşdiyi qeysi adı qeysi olacaq idi. Da dedik ki Veysi'də əlbəttə burada yazıb qeysi. Sübhi Leyla gərək Məcnun Veysi tərəfinə tutub bu bəndi xeyrxah və dai bi iştibah bəndi Zülf Veysi bəndə Zülf Veysi ehtimalən sərmayi ömrü əzizini təhsil məarifə sərf etmiş qulundur. Zikr olunan qısəsi pur iberün əslini və fəslini bilur fərman olunursa müfəssəla bu cəvahir hikayatı silki təhrirə çəkib səriri əlaya isar etmək canınə minnətdir. Bəlki kəndiyə səadətdir ikən gülbancı xurusi sübh aləmi bidar edib bu mərtəbədə qaldı. Qələm inca resid və sər beşikəst. Yəni buradan sonra şah ölübdür. Tarix yoxdur. Təəssüflə gördüyünüz kimi. Burada indi o Hacı Bəğdadi hər kəsdə onun Rubai Hacı Murad Bəğdadi در منقبت حضرت رسول صلی الله علیه و سلم و آله و صحابه اجمعین الطاهرین. ای واصل اصل و فرعی هر عقل و گول مشتاق جمالت ممکی اهل عقول همگی اهل عقول یک شمه از وصف تو این مختصر است بی نام تو اوتی نگردد مقبول. دعوتی بی نام تو دعوتی نگردد مقبول. و لهو ایغن در ربایی در منقبت Hazreti Əbubəkr Siddiq məncə bu kitabın adı bu olmamalıdır. Hacı Murad Bəğdadi deyə bu kitabın adı olmaz, imkansızdır. Çünki bu harda ondan danışır ki? Bunun bir yerdə bir ölüm tarixi var idi, ya bir tarix var idi. Onu görək. Rubai در منقبت حضرت رضی الله تعالی عنه لعلی کرم الله وجهه به نور التوحید و الایمان و قال رضی الله تعالی عنه و قال کرم الله وجهه به نور التوحید و الایمان و قال غیره الحاجی مراد بغدادی رحمت الله پر خواجه کائنات بی حد صلوات بر خواجه کائنات بی حد صلوات بر حضرت مصطفی محمد صلوات الله علیه و سلم تا هست تو را بقا بود پیوسته بر آل عباد زمالی احمد صلوات. یا رب کرم و لطف و احسانم کن آخر نفسم رفیق ایمانم کن ساقی اجل تو نکنی چونچی
دهد پیمانه ساقی ecel çünkü دهد پیمانه آن دم سکرات موت آسانم کن و لهو حاجی مرادی بغداده. Burada da Hacı Muradi Bağdadi bir şey deyibdi. Tarix xane nو Görək nəmədi? Bu bənay dilguşayi روزه رضوان gibi bu barcahi kibriyaden daim isterdi murad. Hakkı Teala verdi hatif söyledi tarixini. Bu bina lütf ve hak buldu murad üzre murad. Tamam. Murad sözü bunun tarixidir. Mən belə düşündüm. Hakkı Teala verdi hatif söyledi tarixini. Bu bina lütfi hak buldu murad üzrə murad. Murad sözü olacaqdır. Murad sözü görək burada nə yazır? Tarixi əbcəd kələmi murad. Görək ki, bunu necə çıxardır? Murad. Mim 40'dir, ra 200'dir, alif 1'dir, dal 4'dir. 1244. 1245 burada yazdı. 245, mini de orada koyarıq özümüz. 1245. Bu kitab 1245'te yazılıb. Belə nəzərə gəlir. Bu binای دلگشایی روزه رضوان gibi bu barcahi kibriyaden daim isterdi murad. Hakkı Teala verdi hatif söyledi tarixini. Bu bina lütfü hak ve büldi murad üzre murad. Bir dənə ayrısın. Tarixi xane نوبرون. این خانه نوری لطف حق پیدا شد. این خانه نور لطف حق پیدا شد. هر گوشه او به نقش ریبا شد. زیبا شد olacaqdı. تاریخ بنای عیش می جست مراد. هاتف گفتار که خانه اعلا شد. یا اعلاده یا بناده. اعلا olsa nə olar? Görək. əbcəd ə'la. Görək əbcəd ə'la nə çıxır? Əlif 1, eyn 70, lam 30, ya 10. Bu 111 olur. Bu da düz deyil. Yəni 2 dənə tarix çox fərqli. Tarix Hacı Murad Bəğdadi bir ay xane noxud. Bər ay xane noxud. Bunlar tarixi vəfat, burada da vəfatıdır. O adamın vəfatıdır. Cavab Hacı Muradi Bəğdadi bər Məhəmməd Lətfi Hacı Murad Mir Məhəmməd Musahif Nəsiri Bəğdadi Bəğdad Hacı Bəğdad Rumi. Görək axirində bir şey var ya yox. Burada yazıbdır, bəli. Qəd vəqəl fəraq min təsvid hazihil məcmə. Özü deyir ki, məcmuədir. Pəs bunun adını qoyaq. Məcmuə əl-məcmə. Adı kitap. المجمع في أواخر هذه المجمع في أواخر شهر سفر المبارك سنه 109 و ألف من 70 من سنه 109 و ألف من 107. Bunu mən beləsi yazsam o yazar. Görüm nə yazaq? Tamam. İndi oldu. Səneyi mi'ətə və tis'ə və əlif. Görək bunun neçə deyir? Yox. Tərcümə, türkçü tərcümə.
Türkçe tərcümə. Tərcümə istəmirəm, əbcəd istəmirdim. Bu gedir ayrı bir şeyə. Bunu haradaydı? Oradan tapsaq. Aha. Türkçe'ye çevir. Çevir dedi yazdıq. Bu da iştibah oldu. Çevir. Eğer istersen ne mənə? Yıl, kaynak, 9 ve elif. Burada ne yazıbdı? Sene, yıl, maye. Me'ədir da. Bu maye ne yazır? Me'ə yazıq yoxdur. Tamam, bunu değiştiririk şimdi. Me'ə ve tes'a ve alif. Me'ə 100, sen tes'a 9, alif ödürse 1109. 1109 tamam. Kitap 1109'da yazılır. Qutarıbdır bunun yazması. 1109'da tamam olmuş, kamil olmuş. قد وقع الفراغ من تسويد هذا المجمع في أواخر شهر سفر المبارك سنة مع وتسع وألف وقد تم مع الصلاة والسلام على سيدنا محمد وآله وصحبه أجمعين. Tamam. Fransa'da saklanır. O da o kitabın adı məncə burada yazmamışdı amma mən buna ad qoysam fərqli ad qoyaram amma burada Fransızca nə demişlər, görək bunlar nə deyiblər. Münazirə beyni İskəndər Zülqərneyn və Sultan Əhməd. Mən beləsi yazarım adını. Yəni o dediklərini yazaram, amma yenə də üstündə parantez arasında yazaram. Münazirə beyni. Əgər farsça yazsam. İskəndər Zülqərneyn və Sultan Əhməd Xan İbni Muhammed Xan Osmani. Farsı yazdık burasını. Tamam. Çeviririk. Tamam dostlar. Ben bu günləri bir çox cəlib siyasi kitabla üzbəyiz oldum. Özdə münazirə. Adı heç birisinə yemir. Hacı Murad Bəğdadi bir şairdir. Orada burada şeirin axirdə gətiribdi. Yazanın adı Veysidir. Kitabın özü axirdə deyir ki, Əl-Məcmə deyir adına. Və bu bir dana ehtimalən çünki bu adam deyir xiyalımda gördüm da. Xiyalında bir yəni nə cür desək buna? Əgər istəsəm mən bunu desəm deyərəm ki, bu adam təxəyyülü bir münazirə qoyubdu. Sultan Əhməd ilə Sultan Əhməd Osmani ilə şeyin arasında Zülqərneyn arasında təxəyyülüdür, yoxdur, bu vaqiyyəti yoxdur. Çox gözəl bir münazirədir.
Okey. Çox gözəl bir kitabdır məncə. Düşünmək lazımdır. Hətta sorular deyir ki, istəyir ki, kitabın axırında deyir ki, istəyirəm bu kitabı verəm. Yəni yazıbdır. Kitab hazırdır. Harda dedi? Bu şeirlərdən qabaq. Axırda neçə səfər şeirdir? Onu da baxım elə gedim belə gedirəm. Axırda bax bu bir səfər deyək şeir. 2, 3, 4, 5, 6. 6 səfər şeirdir. 5 səfər hətta. Burada deyir ki, axırda sözü beləsi oldu. Deyir ki, Sübhi Leyla gərək Məcnun Veysi tərəfinə tutub bu bəndi xeyrxah və da'i bi iştibah bəndi Zülf Veysi sərmayi ömrü əzizini təhsil məarifə sərf etmiş qulundur. Zikr olunan qisəsi pur iberün, o qisəs tarixləri oradakı bu adam yazıbdır. Əslini və fəslini, onun müşəxxəsatını, yəni deyir ki, onun məşruhun bülür, fərman olunursa, şaha yazır ki, əgər fərman olunursa, pul versən, müfəssələn bu cəvahir hikayatının silki təhrirə çəkib, sərir əlaya isar etmək üçün, sizin xidmətinizə təqdim eləmək üçün caninə minnətdir. Mənim canıma minnətdir ki, bunu yazam. Bəlkə kəndiyə səadətdir. Hətta mənə səadətdir. İkən deyir bunu deyərkən gülbancı xurus sob aləmi bidar edib. Yuxudaydım da, deyirdi, əvvəldə dedi ki, yuxuya getmişdim. Gülbancı xurus, xorusun banlamağı səhər sübhi aləmi bidar edib. Aləmin sübün ayetdi yuxudan, yəni yuxudan ayıldım. Bu mərtəbədə qaldı. Elə bu cüzü qaldı, şaha verə bilmədim. Nə oldu? İndi buna deyir. Qələm incar esid və sər beşkəst. Bu sultan ölübdür. Çox gözəl bir kitabdır. Yəni mən deyə bilirəm ki, biz bir dana siyasi kitabla üzbəyüzük. Bir dana bizim sualımız var. Qoy mən bu sualı sizdən soruşum. Fikirləyin ki, Azərbaycan sabahları istiqlal oldu Güney Azərbaycan. İnşallah dövlətimizi qurduq. Eşitdik ki, farslar bu pulları ki bizdən oğurlayıblar, bu silahları ki bizdən oğurlayıblar. Bunlarla bir quruh Azərbaycan içində türklərdən, Tehrandan, nə bilim, İsfahandan, Şirazdan, Kaşandan, Simnandan bir quruh türkü istihdam eləyiblər. Bunları göndəriblər, gedin türksüz, gedin Azərbaycana, amma bizə işləyəcəksiniz. Onlara da silah göndəriblər, deyiblər ki, siz içəridə savaş başladacaqsınız. Bunlardan biri gəldi bizə dedi ki, mən bu şərtinə sizə bir şey ittilaat verirəm. Bu şərtinə ki, məsələn, mənim adım gizli qala. Mən Azərbaycana xidmət eləmək istəyirəm. Bu adamlar 5 nəfər, 3 nəfər bir dənə təşkilatın başıdır. Bu təşkilat bir belə pul alır, bir belə silahı var əlində, bir belə mühimmatı var. Qərardır filan yerdə, filan yerdə, filan yerdə şey eləyərlər. Mən də onlardan biriyəm, bu başlardan biriyəm məsələn. Qərardır biz üsyan eləyək, Azərbaycanda iş savaş salaq. Tamam, gözəl bir ittilat gəldi əlimizə. Əvvəla biz bilmirik ki, bu adam düz deyir ya yalan deyir. Biri bu. İkinci, bir ittilatdır. Doğru olsa nə olar? Yəni deyək ki, məsələn, bunlar bir gün sonra, 2 gün sonra, 3 gün, bir həftə sonra başlayacaqlar savaşa, savaş salmağa. Biz neynəməliyik? Əcəba, çün deyək ki, bunları əl silaha aparmayıblər. Biz bunları tutmayaq, mühakimə eləməyək. Çünki əsl bərbəraətdir. Əgər bir iş görməyiblər, bəridirlər. Amma əgər müqəddəmə hazırdır, hər şey hazırdır, sabahlar bunlar bir gecədə müsəlləh olub düşəcəklər şəhərin içinə, şəhərlərin içinə savaş çıxadacaqlar, biz neynəməliyik? Əcəba, indi bunları tökülüb tutaq, tutanda silah çəksələr, savaşsalar neyniyək? Öldürək, yoxsa öldürməyək? Silah çəkmədilər, biz bunları tutduq.
Hətta gəldilər, bunlar ya bir dəst dedilər, bəli, biz istihdam olmuşduq, bir dəst dedilər, yox, istihdam. Biz bunlarla nə etməliyik? Aya bunları öldürməliyik? Bunları zindanlarda saxlamalıyıq? Bunları azad eləməliyik? Bu bir tərəfdir. İndi bir də var ki, ələn bizim içimizdə İrançılıqları bəllidir. Ziddi Azərbaycançılıqları da bəllidir. Həm də düşmənin yanında durublar. Bizim tamam hərəkətimizdə dövlətə deyir ki, niyə onu tutub edam eləmirsən? Yəni onların bəhsi bizdən budur ki, niyə filan kəsi tutub edam eləmirsən? Biz bunlarla nə etməliyik? İndi ya gələcəkdə? Bu kitabın əsli məsələsi budur. Belə bir məsələnin üstündə danışır, zülmün üstündə danışır. Bir tərəfdən dövlət var, bir tərəfdən də içəridə bir qurumlar var, silahlanacaqlar, adam öldürəcəklər, ya silahlanıblar, adam öldürürlər. Biz bunlarla nə etməliyik? Çox ciddi məsələdir. Ədaləti necə tutacaqsan? Hangi ədalətdən danışacaqsan? Nə cür bir ədalətdən danışacaqsan? Əslən, ədalətin sistemi nə olacaqdır? Məsələn, Türkiyə deyirlər ki, 1975-dən bu üzə, ya hər neçədən bu şey dedikləri adam, nədir bu qurumların rəisi, müxaliflərin rəisi? Bu məsələn bir qurup, siyasi qurup müsəllah çıxıblar Türkiyədə 30-40 min nəfərə yaxın adam öldürüblər Türklərdən. 19 min nəfər polis, şəhribani, nə bilim, şəhribani deyirəm, nədir, jandarmeri, polis, nə bilim, dövlət adamı, müəllim filan öldürüblər. Özlərindən də 40 mindən çox da onlardan ölübdür. Yəni üst-üstə ən azından 100 min nəfər keçən 30-40 ildə Türkiyədə bu qurulun adamlarını ölübdür. Yəni bu millətdən bir adam ölübdür. Milyardılar, Allah səlamət eləsin, prezident Erdoğan cənablarının dediyinin üstündə trilyon dolar Türkiyəyə zərər dəydi. Trilyon dolar. Yəni Türkiyəni bir dəfə tikmək olardı məsələn. Milyard dolar. Milyard dənə, milyard dolar. Bu qədər Türkiyə şey görübdür. Əcəba indi onu əvvəldə o 100 min nəfərin ölmağının qabağını almaq üçün bu trilyard dolar xəsarətin gəlməsi üçün və bu ki Türkiyə 30 il inkişaf eləməyibdi, dalıya gedibdi bunun qabağını almaq üçün. Əvvəldə məsələn bu adamı tutsaydı, öldürsəydi, yaxçı mıydı? Ədalət yerində olardı, yoxsa öldürməyibdi, icazə verib ki, tamam, qocaq cürm əvvəl sadir olur ya yox. Çox çətin bir məsələdir. Və bu kitabın qonusudur əslində. Yazar da çox arzusu varmış ki, bu düşüncəni ki, gecə görübdü, sonra da qələmə çəkib bunu 84 səhifədə deməyək, məsələn, yazıbdı 74 səhifədə, şayət də az da, 65 səhifədə zıddı yazıbdı. Bu 65 səhifəni xülasə yazıb ki, apara bunu şaha təqdim eləyə, sultana, xəlifəyə təqdim eləyə. Deyək, icazə ala, pul ala, gətirilib bunu təşrih eləyə. Yəni, məsələn, bu 90 səhifə şeydir da, deyək ki, nə mənədir? Pişnevis, tərhi, xülasəyi tərhi bir böyük kitabdır. Təhqiqi kitabdır. Bunu aparacaqdı verə şaha, şahdan pul ala, imkan ala, gələ oturaq, bunun təhqiqin yaza, ya şey eləyə, bundan məsələn 1000 səhifə, 2000 səhifə bir kitab çıxada. Amma olmayıbdır. Çox cəlib bir kitabdır. Mən Fars dünyasında belə bir şey görməmişəm. Əgər olsaydı Farslar bunu bir dənə o şey vəzirinə mənə bir dənə kitab yazıbdı, siyasətnamə. Onu halva eləyiblər, çıxadıblar dünya başına ki, ağa filan kəs bir kitab yazıbdı, siyasətnamə. O halda ki, bu əslində siyasətin özünün içidir. Özü də
nədir? Tamamən qətl, qarət, şuruş, üsyan, dövlətçilik işi. Dövlətin işi bunlardır da. Bunlarla daimə şey olmaqdır. Özü də bu işi dövlətin indiki vəzindən başlayır. Ədalət nədir? Onu ortaya qoyur və çoxlu məsələlər. Mən bu kitabın doğrudan yəni çox ləzzət apardım kitab oxumaqdan. Kaş özüm danışmayaydım, elə vəssaət bu kitabı oxuyub, fikirimi oxuyub qutarardım. Yəni kitab çox gözəl yazılıb, türkçəsi çox qolaydı. Orada bir kəlməni oxuya bilmədim. Yəni o da şeydir, təbiidir ki, oxumadım, oxuya bilmədim. Çox təbiidir. Mənim savadıma görə, filanıma görə çox təbiidir ki, onu oxuya bilmədim. Amma məsələn bu kitabı 64 səhifə, 65 səhifəni mən fikirəm 2 saat yarım oxuyub qutarıram. Yəni bu sürətlə ehtiyacı yoxdur. Yəni indi bir də qeysəm oxusam, qətlən bunu 2 saat yarım, nəhayətdə 3 saata bu kitabı oxuyuram, qutarıram, qoyaram yerə. Uca səsindən, yavaş oxusam, məsələn 1 saat yarıma qutarıram. Yəni içəri səsimlə oxusam, sürətlə oxuyaram. Təbii ki, o fərqlidir. Amma bu uca səsindən oxuyan filan şey oxumalıdır. Oxumalı kitabdır, çox gözəl kitabdır. Siyasətli, anlamalıdır, baxmalıdır, düşünməlidir. Bunların hər bir qonusun ki, o İskəndər Zülqərneyn danışır, onun hər bir cümləsi bir bəhsidir. Adam da deyir. Hər halda Allaha min mərtəbə şükür olsun bu gün bizə ömür verdi. Biraz da möhlət verdi, biraz da bu boğazımzadım qaşınırdı, onu biraz azaltdı. Mən eləyə bilən bu kitabı oxuyan, bu kitabla rastlaşdım. Və gözəl bir kitab gördüm, siyasət haqqında. İnşallah ömür versə, sağlıq versə, bir başqa gün, bir başqa kitabla yenə də türk dünyasının içinə girib, düşmənlər yaratdığı cəhalət mühəndisliyindən uzaqlaşaram. Sağ olun.